İndi sən kim maraqlıdır? Bunu kim icad eləyir? Bunu kim icad eləyir ki, gəlin bunu? Mən o adamı axtarıram. Mən o adamı. Mənə elə gəlir ki, board game-in video game-lərdən əsas üstünlüyü ondan ibarətdir ki, bu daha çox sosialdır. 100%. İndiki nəsil, bu biraz da bəlkə də nəsil məsələsi deyil, amma bu video oyun daha çox xoşlayanlar, yəni onların əlaqədə olduğu, sosiallıq yaratdığı ancaq onlayn şəxslərdə, kimdənsə onlayn oynayırlarsa, multiplayer oynayırlarsa, amma canlı interaksiya yoxdur. Yəni üz-üzə interaksiya yoxdur. Bu insanları bir-birindən uzaqlaşdırır. Biz ilk dəfə yığışıb stol-üstü oyunlar oynayanda mən nəyi hiss etdim orada? Orada mənim üçün dəyişdi artıq məsələ və daha gördüm ki, həqiqətən bu yaxşı hobbidir. Biz 1 saat, 2 saat stol-üstü oyun oynayandan sonra görürdük ki, abi biz 2 saatda telefona baxmırıq. 2 saat telefondan uzaqlaşmışıq da. Yəni oyunun içində bir-birimizlə söhbət eləyir, arada oyunda gedişləri fikirləşirik və s. və axır. Axşamınız xeyir, hörmətli tamaşaçılar. Bizim bugün yeni bir verilişimiz çəkilir, yeni podkastımız çəkilir və bizim qonaqlar bugün çox maraqlı bir mövzu ilə bizə qatılıblar və çox ətraflı və dərin bir dialoq biz qurmaq istəyirik. Maraqlı bir topiklə stolüstü oyunlar, board game'lər. Bugün qonaqlarımız Orxan Məmmədov və Sevinç Kərimova. Onlar Azərbaycanda olan board game community, oyuna görə board game community-sinin təmsilçiləridir və biz onları bu gün qonaq çağırdıq. Xoş gəlmisiniz. Xoş gördük. Xoş gəldik. Biraz danışaq, özünüzdən danışın və sonra keçərik konkret. Gəlin xanımdan başlayaq. Seyf xanım, özünüzü təqdim edin. Mən Sevinç, artıq səhvlərimsə oyuna görək bizim klubumuz başlayandan orada aktiv olaraq oyunlara qoşulur və klubun aktiv üzvlərindən birinə çevrilmişdim. Ümumiyyətlə bu stolüstü oyunları təmsil eləmək, onları yaxın ətrafıma yaymağa çalışmaq ilk illərdə mənim üçün ən maraqlı məqamlardan biri idi. Çünki ətrafımda çox az oyunla oynayan və mənim maraqlarımı paylaşan insanlar var idi. Onlardan biri də elə xalam oğluydu. Amma çox təəssüf ki, onun öz oyun yoldaşlarına görə mənimlə oynamırdı və mən maksimum çox fikirləşirəm deyə, bəli, ola bilər. Bu məni təşviq elədi ki, mən öz ətrafımda da artıq bu oyunları yaymaya başlayım. Nə dərəcədə uğurlu oldum bilmirəm. Məncə çox az uğurlu ola bilmişəm, çünki yenə də döndüm, dolaşdım bu community-nin içində. Orxanın dostları ilə oynamağa davam elədim. Artıq məncə bizim community-də nə qədər üzvümüz var? Belə rəqəm olaraq demək çətindir nəyə görə? Çünki biz bir üzvlük sistemimiz yoxdur da. Biz açıq bir community. Bu arada community Azərbaycan dilindən danışırdıq. Azərbaycan dilində tərcüməsi çox çətin olan sözlərdir. Yəni topluluq deyirik, icma deyirik, amma biraz tam oturmur. Klub da tam oturmur. Nəysə, community deyək. Optimal. Optimal odur. Communitymiz açıqdır nə baxımdan? Yəni biz stolüstü oyunlara marağı olan, stolüstü oyunlar oynayan, adətən stolüstü oyunlar ev şəraitində ailə ilə oynayan bir fəaliyyətdir, məşğuliyyətdir. Amma biz biz düşünürük ki, yəni bunu dostlarla da, hətta heç tanımadığın adamlarla da oynamaq mümkündür ki, bunun şahidi olmuşuq, yaşamışıq da və bundan yola çıxıb biz dedik ki, bir community yaradaq. Çünki board game oynayan Azərbaycanda çox adam yoxdur. Varsa da bir-birlərini tanımırlar. Biz dedik elə bir platforma yaradaq ki, bu adamlar bir-birlərini burada tapa bilsinlər, rahat gəlib oynaya bilsinlər və həm yayılsın, həm də məncə faydalı bir vaxt keçirməkdir stolüstü oyun oynamaq. İndi danışarıq faydalarından da söhbət düşsə. Niyə də gənclər bundan məşğul olmasınlar? Və başladıq ətrafımıza yığmağı. Birinci təbii ki, dostdan, tanışdan, qohumdan, əqrabadan tapdıq, məsələn, Sevinç. Sonra mən açığı ən birinci daha söhbət düşmüşkən gedim öz qrup yoldaşlarımla başlamışdım oynamağa universitet vaxtı. Biz bəzi dərslərimiz boş keçirdi və yaxud
maraqsız keçirdi. Dövlət Tarixçilik Akademiyasında oxumuşam. Ona baxmayaraq orada da maraqsız dərslər olur. Hər universitetdə olduğu kimi. Və otururduq, elə dərslərdə otururduq arxada. Dostlarımızın bir dənə o vaxt o qədər də məşhur deyildi. Planşeti var idi, Apple. Hamımız gözümüz ondaydı. Orada Monopoly oyunu yükləmişdi və arxada otururduq. Elə bir iki nəfər burada, iki nəfər burada, bu iki nəfər arxaya çönürdü. Onlar da belə baxırdılar. Qoyurdu Monopoly oynayırdıq 4 nəfərə. Müəllimlər təbii ki, görmürdülər, çünki mühazirənin üzündən oxuyurdular, orada fikirlər ora qarışırdı. Belə hər dərsdə olmasa da yayımlanacaq ha bu arada. Hə, bitirmişəm. Сразу видно, что я belə seriöz universitetdə oxuyublar. Yəni çünki bəzi universitetdə mən bilirəm, arxa partada oturub kart oynayırdılar. Hə. Sizdə də belə interaktiv, intellektual bir. Açıq bizdə də kart oynayanlar olub, töhmət alırlar, ona görə ona baxanlar ki, beləcə söhbət gündən gedir. Belə bir neçə üstünlüydü bu board game-lərin. Onu bir Hə. Müəllimə deyə bilərsən, kart Amma əvvəl elə qarşılanmırdı. Mən yadıma gəlir Bakı Dövlətdə bufetdə falan hər hansı bir kart oyunu oynam. Uno, məsələn, ayda onu oynayanda belə qəribə baxırdılar ki, nə oynayırsınız burada? Belə qumar oynayırmış kimi bizə itham edici baxışlar var idi. Elə hava indi də var açığı. Amma məncə azalır. Bu yaxınlara qədər məsələn mən utanmaq deməyək, çəkinirdim hardasa stol-stol oynamağa. Düşünürdüm ki, gəlib deyəcəklər ki, bunlar burada nə edirlər, qumarla məşğuldurlar. Yadıma gəl, ya sənin oynamışıq kababxanada biz oturub oyun oynamışıq. Biraz ağ eləmişdi ya kababxanada. Yəni nə idi? Nə oynamışıq? Dune oynamışdı deyəsən. Dune Imperium oynamışdı. Belə pis baxırdılar, ya da nerd kimi baxırdılar. Yəni o çox fərqli baxışlar olub. Adətən bir çayxanada falan dostlarla oturanda elə fərqli bir oyun masaya qoyanda bəziləri maraqla baxır ki, bu nədir? Çünki domino oynayır da, hamısı domino oynayır, nerdə oynayır? Maraqla baxırlar ki, bu nədir? Fərqli bir şeydir. Bir neçə dəfə bəzən oranjçılar gəldi ki, burada olmaz. Soruşur, niyə olmaz? Səbəbini bilirlər, niyə olmaz? Müdiriyyət qoymur. Müdiriyyət qoymur. Müdiriyyətin xəbəri yoxdur heç bundan. Müdiriyyət cüm bilir. Çünki adamlarda həmişə bilmədiyi şeyə qarşı bir qorxu var da. Yəni bilmir nədir. Bəlkə də düşünür ki, bizdə ümumiyyətlə bu müdiriyyət qoymur məsələsi. Keçən dəfə itlərlə dənizdə idim. Axıran gəldi ki, olmaz. Yox, nə olmaz. İtlərə dənizə olmaz. Yox, gedir müdiriyyət. Aman tanrımdır ki, müdiriyyət kimdir sən? Nəticəsini bilmədiyim şeydən çəkinirik də. Ona qadağa qoymağa başlayırıq, nəinki başa düşməyə. Belə şeylərlə çox qarşılaşmışıq. Yəni hardasa oyun oynamaq biraz çətinləşirdi. Əslində o da bəlkə də stol-stol oyunlar hobbisinin inkişafına mane olur. Çünki harda oynasınlar. İndi bir qədər bu inkişaf eləyib yerlər var, məsələn antikafelər var. Amma sırf məsələn ancaq oyun, elə onu deyəcəyik ki, ancaq oyun oynaya biləcəyimiz bir yer var, let's play var. Adətən antikafelərdə ki, burada yaxal-hazırda adətən antikafelərdə nə oyun oynamaqla yanaşı başqa fəaliyyətlə məşğul olanlar olur, amma sırf iqroteka bilmirəm Azərbaycanca nədir? Oyun məkanı, oyun klubu deyək. Belə məkan, board game kafe. Hə, ancaq buradır. Yəni olması belə böyük bir şeydir. Yəni bu inkişaf eləyir göstəricisidir bu. Amma buna baxmayaraq məncə yenə də azdır. Yəni yenə də azdır. Çünki fərqli optionlar yoxdur gənclər üçün. Pul azdır orada. Orası da var. Nə demək istəyirəm? Mən 2010-cu ildə Mafiya. Yəni mən Mafiyaya uşaqlıqdan xoşlayırdım. Biz həyətdə oynayırdıq falan, amma 2010-cu ildə 2007-də biz başlamışdıq belə klublar, hansı yer tapırdıq, bağlayırdıq, özümüz oynayırdıq. Çox maraqlı idi. Sonra 2010-cu ildə böyük bir klub açıldı. Orada yəni çox qəşəng dizaynla və yaxşı mühit idi. Amma bir vaxt keçdi, insanlar dəyişdi və nəsə belə bir yaxşıya doğru getmədi. Pul məsələsi gəldi, kimsə kimlənsə başladı dalaşmaq və ümumiyyətlə o mafiyanın statusu o qədər aşağı endi ki, yəni bir moment artıq utanırdıq, yəni o oyuna yaxın durmaq. Haradakı bu stol üstü oyundur da, o da belə bir şey oyundur. Yəni çox şeydə belə, yəni даже şahmatlı partiyanın şeyində kimsə başına şahmat şeyini vura bilər də, taxtanı. O da ola bilər. Yəni
board game də biraz fərqli bir şeydir. Bu intellektual bir səviyyə tələb edir və dünya görüşü tələb edir məncə. Biraz səbir məncə. Səbir. Səbir tələb. Mən çox tanışımı sırf oyun qaydalarının izahına görə itirmişəm. Məsələn, oyunun qaydasını izah eləməyə başlayırsan, başlayaq öyrənərəm də. Nə başlayaq, hələ heç belə izah səbirləri çatmır. O qədər çox bizdə bu internetə görə hər şey sürətli qəbul olunur ki, bir çox gənclərdə artıq səbir qalmayıb. Məncə hər şey qoysaq bir qırağa səbirli adamların işidir board game oynaya bilmək. 100%. Çünki hər board game öz qanunları var, hər board game'in öz yanaşması var, öz Çox strukturu var. fikirləşən adamlar olur da burada indi. Öz xodu da özü bilər də, fikirləşir də bu adam. Bunu gözləmək lazımdır axı, səbir lazımdır. Bəs siz necə gəldiniz ki, sırf board game mənim hobbimdir. Mən istəyirəm oynayım. Ətrafımda adam az olsa da mən onsuz da bundan Zaman Orxanın ardıcı. deyəsən başa düşdü. Zaman İnsada- ardıcılığı olaraq belə gəlir. Mən açığı həmişə, yəni uşaqlıqdan istənilən uşaqlarda oyun oynamağı çox xoşlamışam. Düzdür, məktəbdə yaxşı oxuyurdum. O xalqın uşağı mən idim. Mən bir də məndən soruş. Yaxşı oxuyurdum, nə bilim 5-lərlə falan, amma heç vaxt öz əyləncəmi şey eləmirdim. İkinci plana atmırdım. Məsələn, dərslərim olurdu, bilirdim ki, tapşırıqlarım var, hazırlıqlara falan gedirdim. Amma onların arasında məsələn evdə bizdə PlayStation var idi. Onu oynayırdım, sonra dərslərimi eləyirdim. Və yaxud gördüm ki, əylənmək istəyirəm, oynamaq istəyirəm, oynayırdım. Yəni demirdim ki, dərsim var. Bilirdim ki, eləyəcəm bunu. Yəni o məsuliyyət var idi. Oynamağa da həvəsim çox var idi də. O sönmədi, yəni zaman keçdikcə bu video oyunları, nə bilim universitet vaxtı board gamelər tutdu və s. və axır və gördüm ki, oyun oynamaq mənə çox əyləndirir. Və sonra da board gamelərlə tanış olandan sonra bizdə bir qrup yoldaşım var, Kamran, o da bizim community-nin yaradıcılarından deyək də. O tamam fərqli bir oyun tapdı, Carcassonne. Biz Monopoliyadan onunla çıxış elədik də. Yəni Monopoliya dünyasından çıxdıq. Gördük ki, bu ancaq Monopoliya Uno deyil də. Yəni çox şey var. Yəni bir Carcassonne tanıyandan sonra başqa oyunları başladı tanımağa, Catan falan və s. Gördük çoxdur, belə şeylər çoxdur və maraq cəlb elədi ki, görürsən bu nədir? Yəni bu nə qədər belə oyunlar var. Kəşf elədikcə artdı və hər biri də ayrı bir maraq gətirdi. Və başladıq bir gördük ki, şkafımız var evdə, kolleksiyamız var. Oyun alırıq, pullar buna gedir. Orxan biz uşaq idim. Mən deyəsən elə abituriyent idim. Vərəqlərdən nəsə 21 oyunum var idi. Vərəqdən də, yəni 12 vərəqi doğrayıb kağızdan oyun düzəldib oynadırdı. O hardan gəlib? Çünki belə deyə də bu biraz subkultur formatıdır. Mənim üçün board gamelər Big Bang Theory-dən yəni yaxın oldu. Hardakı Big Bang Theory-ni baxmısınız da, serial. Orada onlar bütün günü Dungeons and Dragons oynayırlar ya da seçirdilər başqa. Katan da oynayırdı. Katan da oynayır. Yəni mən Dungeons and Dragons yadımdadır, prosta yəni belə tak çox danışılandı da. Amma yəni məndə ümumiyyətlə mənim nəslimdə, mənim generationumda çox belə limit şəkildə aksesuar idi. Birinci Sovet dövründə yox idi belə, az idi. Çox az idi. Sovet dövründə ümumiyyətlə yox idi. Bilmirəm, to есть mənim uşaqlığım necə keçibdi? To есть mən də Monopoliya var idi, hə. O Monopoliyadan başqa yadımdadır o vaxtı birja idi. To есть hamısı oyuna oxşur. Birja idi, menecer idi. Monopoliya yadımdadır mənim böyük qardaşım xalam. Menecer уже 90-cı ilin olur. Monopoliyanı mən sizə deyirəm 90-91-ci il vatmını götürüb vatmının üstündə çəkirdi. Amma o hamısı birja formatındadır. Mana biznes. Yox, to есть var idi o. Necəsə fantasy dünyanın oyunları yox idi. Mən onu deyirəm. Fantasy, fantastika, sci-fi o yox idi. Mövcudluğundan xəbər yox idi. Yəni ümumiyyətlə heç mən təsəvvür edə bilmərəm. O vaxtı board game, stolüstü oyun nə idi? Monopoliya idi, şaşki idi. Sonradan ələm Uno gəldi. Oyun sonra Domino, Nerd. Bildik ki, başqa oyunlar da var. Maraqlı şey bilirsiniz nədir? Çünki bütün kompüter oyunların belə deyim, əsası xüsusən də birinci kompüter oyunları, böyük birinci bu fantasy oyunları, role player NPC-lərlə o falan bilmirəm, mən oyunçu deyiləm. Hə, League of Legends falan onların
prototipi bu board game idi. Yəni onlar board game-dən gəldilər kompüter dünyasına və biz bu stepi belə deyək də miss elədik. Hardakı 90-cı illərdə bizdə monopoliya var idi. Potom rezko biz keçdik kompüter dünyasına. Amma siz cavan nəsilsiniz də. Yəni sizdə bu maraq birdən-birə yarandı və çox maraqlıdır. Niyə bu daha sizə maraqlıdır, nəinki kompüter oyunları? İkisi də mənə. İkisi də maraqlıdır. İkisi də maraqlıdır. İkisi də var. Kompüter oyunları da maraqlıdır. Mən demirəm, evdə mənim PlayStation 1-im olub, 2 olub, 3 olmayıb, 4 olub, 5 yoxdur. Yəni siz indi də bu role playları oynuyorsunuz. İndi Genshin Impact mən var. açığı indi oynamıram. Hə, amma əvvəl mən League of Legends hələ də o keçə bilmirəm oyunları. Bu arada indi dediyinizin əksi olur. İndi video oyunların board game-a belə deyək də keçidi var. Nə baxımdan? Məşhur bir çox video oyunu, məsələn Witcher. Bir çox oyunun artıq stolüstü versiyaları çıxır. Yəni çox da populyarlaşır və trenddədir bu dəqiqə. Və hətta bizim community-yə biz nə vaxt ki belə sərgilərə qatılırıq, gaminglə bağlı, bəli. Orada zaten kompüter oyunları ilə maraqlı olan gənclərdir. Bunlar daha çox yeni nəsildir. Bizim community-yə həmin o sırf qrafik oyunlara maraqlı olan gənclərdən qoşulan nə qədər adam var və baxanda da müşahidə edirik ki, nəyin həqiqətən video oyunu var. O oyunlar, o board game-lər onları daha çox maraqlandırır, daha maraqlı gəlir. Həm mexanik olaraq onlara maraqlı gəlir. Yəni həm də tanış gəlir, maraqlı. Tanış gəlir. Orada sual yarana bilər ki, yaxşı bu video game varsa, nə üçün video game oynamayıb board game oynamaq? Mənə elə gəlir ki, board game-in video game-lərdən əsas üstünlüyü ondan ibarətdir ki, bu daha çox sosialdır. 100%. İndiki nəsil, bu biraz da bəlkə də nəsil məsələsi deyil, amma bu video oyun daha çox xoşlayanlar, yəni onların əlaqədə olduğu, sosiallıq yaratdığı ancaq onlayn şəxslərdə, kimdənsə onlayn oynayırlarsa, multiplayer oynayırlarsa, amma canlı interaksiya yoxdur. Yəni üz-üzə interaksiya yoxdur. Bu insanları bir-birindən uzaqlaşdırır. Biz ilk dəfə yığışıb stolüstü oyunlar oynayanda mən nəyi hiss elədim orada? Orada mənim üçün dəyişdi artıq məsələ və daha gördüm ki, həqiqətən bu yaxşı hobbidir. Biz 1 saat, 2 saat stolüstü oyun oynayandan sonra görürdük ki, abi biz 2 saatda telefona baxmırıq. 2 saat telefondan uzaqlaşmışıq da. Yəni oyunun içində bir-birimizlə söhbət eləyir, arada oyunda gedişləri fikirləşirik və s. və axır. Yəni oradan qopmuşuq. İnternet aləmindən qopmuşuq. Həqiqətən bu andayıq, bir-birimizin yanındayıq, bir-birimizlə münasibətdəyik, bir-birimizlə belə deyək də vaxt keçiririk. Bu biraz həm də oradan insanları uzaqlaşdırır. Mən demirəm insanlar texnologiyadan ya device-lardan uzaq olmalıdırlar, amma o həyatımızın böyük bir hissəsini tutmamalıdırlar. Sosiallaşmaq da lazımdır. Bu board game-lər çox yaxşı sosiallaşdıra bilirlər. Düzdür, xaricdə də əslində stolüstü oyunlar daha çox ailə içərisində oynanılır, nə bilim. Və elə janr da var da, ailəvi oyunlar. Amma əslində baxın, bu yenə də board game-in sosiallaşma ünsürünü aradan qaldırmır. Çünki ailə öz daxilində də sosiallaşır. Yəni bir oyuna yığışan o ailə üzvləri bir-birləri ilə ən azından vaxt keçirmiş olurlar. Nəinki uşaq, ünsiyyətli olur. Nəinki uşaq telefondadır, ata nə bilim kompüterdadır, ana. Əvvəllər oynayırdı, Lato oynayırdı maksimum. Lato oynayırdıq. Ailə arasındakı. O da board game-də. Ən maksimum Lato idi da ailə arasında oynanır. Amma xatırlayarsan, Lato oynayanda necə maraqlı keçirdi vaxt. Особенно 1 manatdan hamısı atışır. Ya особенно ondan da. Bir sual onda verim belə. Bəlkə sizin bir bu xeyli vaxt bu məsələyə məşğul olmağınız hansı bir fikriniz olar ki, bunu как minimum ailə içində necə populyarlaşdırmaq eləmək olar ki, ümumiyyətcə board game-ları daha çox adam oynasın? Sizin fikrinizcə. Mənə gəlir biraz o zaman məsələsidir. Yəni indi siz övladların, yəni bir aşağı nəslin, bir yuxarı nəslə o aşağıdan yuxarı nə isə keçirtməyi çətin olur da. Nəinki valideynlərin şeyinə. Ona görə nə qədər də məncə uşaqların board game oynamağa həvəsi olsa da, əgər ata-ana oynamırsa çətin olarlar oynasınlar. Bir də yaş məsələsi də var da. Məsələn, ən azı bizim götürsək 60-dan çox valideynlərimizin yaşı var. Onların hansısa bir board game adaptasiyası ekstra çətin gəlir onlara. Belə bir vərdiş yoxdur.
yəni Vərdiş oyun bəlkə də oynama vərdişi biraz bəlkə də vərdiş var, amma oyun oynama yox. Bir yerdə vaxt keçirmə bəlkə vərdişi Bəli, yoxdur. bəli. Məsələn mən şahmat oynamağı atam öyrədib. Atamla şahmat oynayırdım. Hər hansı bir çox qəliz olmayan yüngül oyun bilirəm ki, oynamaq istəsəm atamla qaydalarını tez izah edib oynaya bilərəm. Çünki o vərdiş var aramızda. Amma inanmıram bu hər ailədə var da. Amma bir zamandan sonra ki, əgər biz də məqsədimizə çatsaq, gənclər arasında populyarlaşsa, oradakı onda artıq onlar öz ailələrində düşünürəm bunu tətbiq eləyə biləcəklər. Çünki Məsələn, qəşəng bilirlər sual necə vaxt keçirmək. elə sizə ünvanlayaq. Hər dəfə siz bizə Mənim suallar. uşağım yox. Mənim itlərim var. Mənim də pişiyim var. Eyni şey düşünürəm. Sevinç sualı mənə ötürür. Hə. Hə, mən oynayıram, həmçinin də mənim uşağım bura kluba da gəlir. Klubun yaradıcısıdır. Onu da elə həvəsi var. Даже o bir-iki dəfə olub ki, gəldi ki, olar mən məktəbə oyunları aparım, dostlarımla, elə dostlarını bura gətirirdim. Uje görürəm həvəs var. Doğrudan da bu indiki vaxtda ki, haçan ki götürsən uşaqlar, baxırsan telefon əlində, planşet əlində, dünya dayanır. Heç nə bunlar uje içindədir, orada da heç doğrudan da oturub Latartug oynayırdılar, başqa bir oyunlar oynayırdılar. Deyirlər, gülürlər də, sosiallaşırlar. Telefon yaddan çıxır. Doğrudan da bu işləyir, indiki nəsildə işləyir. Bir də görmək məsələsi var da. Məsələn, mən kitab oxuya bilməyi anamdan öyrənmişəm. Anamın evdə kitabxanası var idi. Görürdüm. Onu görməsən bəlkə də bu vərdiş belə uşaqlıqdan gəlməzdi. Eyni şey də əgər məsələn valideyni görsən ki, o oyun oynayır və oyun özlüyündə əyləncəli bir şeydir də. Məncə mümkün deyil ki, uşağın ona marağı yaranmamış olsun. Bu nəsildən sonrakıları nəzərə alsaq, məncə bu artıq hamının evində necə əvvəllər bir mini kitabxanası olurdusa, bir board game 3-4 az da olsa əsas oyunlarda bir Katandan zətdən 100% ki olacaq. Mən yadımdadır bizim evdə bir dənə belə rəf var idi, kitab rəfi var idi. İndi düşünürəm mənim evimdə yəqin ki oyun rəfi olacaq. Amma dediyiniz kimi, yəni vərdiş olanda uşaq da bunu görəndə onun da marağını çəkir. Həm də nəyə görə valideyn də uşağın oynamasını istəsin? Çünki valideyn özü də bunun faydalarını, əyləncəsini görüb, təkcə söhbət əyləncəsində deyil. Həm indi stol-üstə oyun oynamaq, gəlin daha məşhur olan bənzətmədən gedib şahmatı götürək də. Şahmat oynayanlar adətən necə tanınırlar? Daha intellektual tanınırlar da, belə IQ falan beşməkan. Nəyə görə? Çünki bir strateji oyunudur. Düşünməlisən, bir neçə gediş qabaqcadan. Qabaqcadan. Çox yalvarırdım, öyrətmirdi. İndiyə kimi. Öyrətmədi. Mən də prinsip öyrənmədim ki, o öyrətmir. Bütün oynadığım oyunları Orxan öyrədib. Sevinç bizim community-də öz gedişlərini çox düşünən biri kimi, yəni Abbasa buradan salam göndərirəm. Gəlin indi şahmatda Sevinci təsəvvür edək, oyun qurtarmasın. Ona görə dedim obyektiv səbəblər var. Abbasa buradan salamlar. O deyirdim, şahmat oynayanlar adətən belə tanınırlar da, intellektual falan. Çünki bir neçə gedişi əvvəldən hesablamalıdır, rəqibin gedişinə olan onun cavabını hesablamalıdır və s. Əslində stol-üstü oyunlar fərqli deyil. O qədər kompleks deyil. O qədər bəlkə də kimlər üçün şahmat sıxıcı ola bilər, sıxıcı deyil. Daha əyləncəli, daha rəngarəng, daha çox komponent var və s. Amma orada da gedişləri hesablayırsan, düşünürsən, ehtimalları fikirləşirsən ki, rəqib nə edə bilərsən, buna nə cavab verə bilərsən. Gəlin, biz maraqlı bir nöqtəyə gəldik. Mənim bir sualım yox, istəyim odur ki, siz biraz bizə, ümumiyyətlə bu siz o temada belə dərin bilikli bir insanlarsınız. Onun tarixini, yəni maraqlı nəsə, onun backgroundu, bu hardan gəlib, ümumiyyətlə 20-ci əsrdə məncə bu daha çox geniş inkişaf olub. Misrə qədər gedir də board game. Misrə həqiqətən o günləri çox maraqlı məqama toxundunuz. O günləri marağa bu oyunların tarixini araşdırırdım ki, bu oyunlar nə zaman yaranıb, necə olub ki, insan ümumiyyətlə Google-dan. Ümumiyyətlə maraqlı gəldi mənə. İnsan niyə oyun oynamağa başlayıb da? Yəni niyə oyun oynayır? ChatGPT-dən sonra Google-da axtardım. Ən qədim oyun nə idi? Senet idi deyəsən. Hə, o Misir oyunu. O çıxdı qabağıma. Və sonra da biraz oxudum, elədim, deyir. Yəni insan oyun oynamaq istəyi bir neçə faktordan doğub da.
bir həm əylənmək, iki özünü nədənsə uzaqlaşdırmaq, yəni real problemlərdən uzaqlaşdırmaq, özünü safe free deyilir, risk free daha doğrusu. Yəni problemlərini onun nəticəsi katastrofik olmadan burada həll eləyir də. Burada özünə problem yaradır, onu həll eləməyə çalışır, nəinki həyatda. Həm ona düşünməyi, biraz önü düşünməyə kömək edir və s. Ya ona görə insanlar oyun oynayırlar. Uzaqlaşmaq, problemlərdən uzaqlaşmaq, bu problemləri oyunda həll eləmək, nəinki həyatda. Yəni burdan belə səbəblər çıxdı, maraqlı gəldi mənə. Bir də rəqabət hissi məncə yaradır. O da bir intriqadır və adamı tetikləyir. Bir növ elə bir şeydir ki, çoxumuzun həyatı bizə belə monoton gələ bilər. Rutinə düşmüş insanlarla doludur ətrafımız. Mən ən çox o insanlara bir növ cəlb eləməyə çalışıram ki, hansı ki görürəm ki, bütün gün rutinin içindədirlər və sıxılırlar və mənə də həmişə şey deyirlər. Sən bu qədər şeyi həftə içində necə? Həftənin 3 günü məsələn oyuna gəlirəm də, 2 günü stol üstü oyunlar oynayırıq. Bir günü bir həftədən bir olmaqla Blood on the Clock Tower oynayırıq. O da elə Let's Play daxilində çox sevdiyimiz oyundur. Mafia stilində bir oyundur. Və mənə soruşurlar bunların hamısını necə çatdırırsan? Həm kursa gedirsən, bütün gün işləyirsən və s. Valla həqiqətən o beynimiz dayanmadan işlədikcə oyunda sənin beynin işləyir. Hətta istirahət elədiyin vaxtda da sən nəyinsə məşğul olursan. Avtomatik beyin özü də bir əzələdir də və o da düşünməyi, sürətli qərar verməyi, hansısa bir Mən heç vaxt oynamamışam, ona görə mən belə maraqla qulaq asıram. Yəni qaydaları ümumiyyətlə bilmirəm. Nədən ibarət? Monopoliyadan başqa mən heç nə oynamamışam. Bu temaya bir dənə də Jumanjiyə bu temaya baxmışam. uyğun köynək geymişəm. Aha, I read the rules so you don't have to. Ha, okay. heç nə eləyə bilməsən. Stol üstü Mən oyun. sənə başa salım. Mən Jumanjiyə bax. Oyun var. Dus onu 5 dəqiqə, 10 dəqiqə onun qaydalarını sən şey deyə bilərsən. Tanış ola bilərsən Bəli. onunla. Oyun var 2 saat. Ancaq qaydalar. Bəli. 14 saatda oyun oynayırsan. Dus oyunlar da var. O artıq o nördlər üçündür də. Bir dəfə mən Monopoly oynamışam rəfiqəmlə. Biz də bir dənə trik elədik. Biz özümüzə bank açdıq. Və kimsə nəsə problem olanda gedirdi bankda kredit götürürdü, zalog qoyurduq orada, nə bilim, aferalar eləyirdi öz aramızda da. Və biz hardasa 2 sutka oynadıq. Non-stop. Yəni yatdıq, durduq. Monopoly. Hə, yəni qutara bilmədik də. Yəni biz özümüzə o banka açdıq. O banka görə oyun bitmirdi. Yəni limitlisi də. Yəni pullar gəlib gedirdi. Ondan sonra mən oynamamışam. Çox istəyərdim amma oynamamışam. Bu videodan sonra elə bu dördlü olaraq günlərin birini Gəl də. Gəl Qəşəngdən oynayaq. oyun oynayaq. Sabah. Sabah уже oyun. Sabah oynayırıq. Mən sənə deyərəm, gələrsən konkret oynayaq. Mənim yeni hobbimdir. Hə. Mənim indi bir sualımda var. Konkret indi siz dediyinizdən gəlir bu sual. Ümumiyyətcə sizin həyatınızda nəsə bu stol üstü oyunlar hansısa bir orada nəsə faydalı götürmüsünüz, götürüb real həyatınızda nəsə onu Tətbiq eləmək. Tətbiq eləmişik. köməkliyi olub sizə nəsə? Əslində bayaq dediyim hissədə mən ümumiyyətlə fasilə vaxtımda belə, istirahət eləyəndə belə xoşlayıram ki, bu maraqlı keçsin, aktiv keçsin. Və strateji oyunlar oynamaq beynimi daha çox işlədərək belə deyim də passiv qalmağının qarşısını alır və bayaq dediyim kimi mən telefonda oyun oynamağı dəhşət çox sevirəm. Yüksək qrafikalı oyunları çox sevirəm. Bir müddətdən sonra bu fiziki olaraq ziyandır. Həm gözümüz zədələnir, həm doğrudan da fiziki olaraq ziyan verir. O hissədən mən biraz ayırır, biraz dediyim xeyli ayırır. O hissi, oyun oynamaq hissimi doyuzdura bilir. Və bütün bu oyunla olan hissəni qırağa qoysaq, mənim bu community-də ən azından ən sevdiyim və faydalandığım hissələrdən biri odur ki, bizim community-də
o qədər fərqli insan qrupları var ki, fərqli iş yerlərindən. Məsələn, çoxu düşünə bilər ki, bunlar bekardılar da. Yaş fərqinə qədər. Yaş çox fərqlidir. 18 yaşında bizim aktivizmlərimiz var. Onlarla 50 oynayırıq. yaşında da 50 yaşına qədər yəni bir yerdə oyun oynaya bilirik. Hamısı da fərqli ixtisas 100%. backgroundunda. Bəli, HR-ımız var. Mən özüm marketinq sahəsində çalışıram. Proqramist var, satın alma var, tələbələrimiz var, hüquqşünaslarımız var. Mən sən bir söz deyim, yadındadır, Rövşən gəlmişdi IT. Hə, IT-də. O da stol. Misal üçün hər cür bir mənim uşaqlığımda ya universitet vaxtlarında, yəni 90-cı illərdə qoca qartal. Yox, yəni 90-cı illərdən danışıram da, məktəb illərindən. Bizdə belə şeylərə maraq göstərən adamlar biz belə baxırdıq ki, açıq-aydın bu da. Ya bekar yox, nerd. Yəni biz də belə İndi də elə baxış var. İndi də eyni şeydir. Məncə var, məncə var. Bu biraz, yəni bilmirəm, qəribə bir şeydir. Çünki xarici belə deyim də, kinolarda da, nə bilim, seriallarda da onu da görürük ki, bu board gamelərə qoşulan uşaqlar ya da hansısa qruplar hansı ki tam böyüklərdir, tələbələrdir falan, hamısı nerd qrupa aid olur. Ya outsiderlar falan. Ya bu stereotip ümumiyyətlə var. O çox belə bilmirəm niyə, o hardan gəlir. Yenə də bəlkə intellekt məsələsi var da. İntellekti biraz yüksək olan adamlar, onlar hamısı öz ətrafında yığışır və öz belə deyim də community-ni ayrıca yığır. Bu xoş gedənlər də Bizdə məncə bir dənə nerd var da, Orxandır. Ya nerd yəni belə совсем Wasserman, как его, очкарикlar olur və belə что где когда da oturanlar. Yox. Plus, nə bilim 11 ilə oturanlar. Zarafat amma bizdə Radiologiya universiteti. radioaktivliyə məruz qalan. Məncə bizdə praktikada tam əksidir deyə bilərdim. Çünki belə bir klubda olan uşaqların o həm belə deyim də necə ki ekstravertdilər, necə ki hamı ilə çox rahat dil tapa bilir. Oyun doğrudan insanları sosiallaşdırmaq üçün çox güclü alətdir. Hətta mən belə bu kluba üzv olmamışdan əvvəl də öz komandamla həmişə ilk elədiyim şey nahar fasilələrində un oynatmaq idi onlara. İşə ilk gələn bir iş yoldaşımı belə görmüşəm ki, belə sakitdir, oturub birinci iş gündə nə edir? Un oynayırıq, Uno'da 4+ oturur, belə emosiya partlayır, içindəki o başqa bir adamı çıxarda bilirsən də özə. Məncə bizim klubda olan uşaqların nəzərində deyirəm də, təbii ki, hamıya şamil eləyə bilmərəm. Hamının içindəki o uşaqla bir yerdə biz burada varıq. Təbii ki, hamımız başqa adamlar ola bilirik, işdə başqayıq və s. Evdə başqa ola bilirik. Amma burada o oyun oynayırıq deyə hamı uşaq kimidir, o əyləncəli tərəfini çox rahatlıqla ortaya qoya bilir. Bu da bir növ həm səmimi mühit yaradır, həm də bizi doğrudan çox rahat hiss elətdirir. Heç nədən utanmadan, çəkinmədən rahat vaxt keçirə biləcəyimiz bir belə deyim də birlik yarada bilir. Amma o stereotip var, mən ona razıyam ki, oyun oynayırsan, yəni deyirlər uşaqsan oyun oynayırsan. Yəni o söz var da, yəni kim uşaq kimi oyun oynayır. Amma bayaq dediyimiz kimi də oyun məncə yaşa baxmır, çünki hər insanın oynamağa ehtiyacı var. Adi bir şey götürək də, məsələn mən insan resurslarında işləyirəm və çoxlu treninqlər görmüşəm. Həm təşkil eləmişəm, həm korporativ mühitlərdə, təlimlərdə iştirak eləmişəm, keçmişəm də təlimlər və s. Təlimlərdə adətən o icebreakerlər olur, hansı ki, məsələn nahardan gəldilər, o enerjini bərpa eləmək lazımdır. Oyunlar, mini oyunlar edirlər də orada. Daha çox fiziki aktivitetlər olur, o oyun olur. Və orada hamı oynayır da. Yəni orada elə şeylər olur, bəzən fiziki olur, nəsə bir şey olur. Orada hamı oynayır. Yaşından asılı olmayaraq. Yəni çox ekstra introvert deyilsə, qırağı deyib çəkilməyib deyəmsə, hamı oynayır. Ki iş həyatında hamı rəis deyəndən sonra. Rəislər də oynayır, nə bilim orada CEO da oynayır, təcrübəçisi də oynayır, bir yerdə oynayırlar. Bu o deməkdir ki, insan yəni oyun oynamağı sevir əslində.
Sadəcə o dediyimiz stereotip bəlkə kimlərsə qabağını alır, kimlərsə düşünür ki, bu bekara işdir. Amma hərənin öz hobbisi var. Kimsə zövq almaya da bilər ondan. Sevinç bayaqlar düz deyir. Bu biraz həm də səbir işidir. Çünki elə oyunlar var, sürətlidir. Elə oyunlar var ki, biraz zaman çəkir də, 14 saat, 15 saat oynandığım olur. O hər adama xitab eləməyə bilər ki, eləmir də. Onun üçün sən həqiqətən səbirli olmalısan, sevməlisən o prosesi, zövq almalısan ondan, yoxsa maraqsız olar. Gəldin 8 saat boş-boşuna vaxt itirdin olar o. Əgər zövq almırsansa, bu sənlik deyil. Bir momentlər o mən danışım, bir momentlər də var. Sən xoşlayırsan, yığıldın 8-9 saat oynayırsan, axırda nəsə bir məqam çıxır ki, fikirləşirsən, mən niyə bunda 8 saat sərf elədim. Kimsə nəsə eləyir, Yaxşı, bizdə biraz ayrı seçkilik var da. 3 nəfər stol ətrafında bu oyunları oynayıb bilir nə baş verir. Mən IT-dən danışanda, marketinqdən danışanda, Ramin belə oturur ki, mən başa düşmürəm, nə İndi yerlərimizi deyil. Mən ümumiyyətlə başa düşmürəm. Söhbət nədən gedir? Söhbət bu flowdan, yəni gəlin bir dənə skажем da, nümunə bir oyun götürək. Biraz izah edin də, bu necə gedir bu? Nədir bu? Əslində Monopoly deyirsə oynamışam da. Monopoly da bir stol oyundur. Çünki amma biz Monopoly düz bəyənmirik. Sırf məncə yox. Yəni Skype oynaya bilər. Hamının bildiyi oyun məncə 90% adamın bildiyi oyun Monopolya'dır, Uno'dur. Uno'nu deməyək, Uno daha çox Uno'da fişka yoxdur. Uno kart oynuyordu, Uno'nu qoyaq qıraq. Amma Monopoly sırf yəni klassik bir board game'dir. 4 nəfər bir-birinlə yarışır. Düzdür, orada elimination var. Yəni kimlərsə oyundan çıxır, qalanlar axıra qalan odur. Amma bu hər oyunda olmur. Yəni əksər oyunlarda olmur. Amma orada steplər var, hansısa xallar var. Zər var, zər atırsan, gediş eləyirsən. Yəni bu elementlər personajın böyüməsi var, onun gücü böyüməsi var. Məsəl üçün Monopolyada mən ev küçə alıramsa, vergilərim böyüyür ya nəsə belə bir şeydə. Başqa oyunlarda mən bilmirəm. Monopoly daha çox ekonomik oyundur deyə. Ekonomik oyundur deyək. Orada elə temalar var. Amma məsələn nə deyək, bir resurslarla bağlı bir oyun olsa, məsələn Katan deyək də, Katan da məşhur oyundur. Orada sən kənd qurursan, nə bilim, qəsəbə qurursan, şəhər qurursan, bunun üçün sənə lazımdır, nə bilim, nədir orada? Taxta, odun, qoyun, saman, daş, kərpic. Bu resurslar bu resursları yığmalısan. Səndə olmayan resursu məsələn qonşuluqdan almalısan da, başqa oyunçudan trade eləməlisən. Onun üçün sən ona nəsə təklif edirsən, o sənə nəsə təklif edir. Yəni burada negotiation da ortaya çıxır. Bayaq Ramin bəy sual verdi ki, bu həyatımızda harda tətbiq edə bilərik belə şeyləri. Məsələn, Katın çox oynayanlar bilirlər ki, sənə heç kim durduğu yerə nəsə verməyəcək də. Sən ona nəsə maraqlı təklif verməlisən ki, o da sənin qarşılığında nəsə verə bilsin, anlaşma olsun. Satış texnikaları və s. O da əslində bir iş həyatında lazımlı bacarıqlardır. Bu oyunda məsələn Katanda o mexanika var. Sən bir-birinizdən dil tapmalısınız ki, sənə də yarasın, ona da yarasın. Amma bəzən elə adamlar olur ki, oyunda bilirsə də ona özünə lazımdır, sırf pislik olsun deyə. Mən unutmayacağam, sən də unutmayacaqsan. Mən unutmuram, sən də unutma. Real həyat. Real həyatda, hə. Real, o rasional insan, emosional insan. Maraqlıdır. Bir sualım var. HR-a hansısa bir işçinin ya potensial kadrının board gamelərə marağı olub-olmamağı sizə hansısa bir profil yaradır. Məsəl üçün hansısa bir insan, yəni backgroundu var. Amma bir plusu var ki, board game oynayır. O işçi kimi hansı üstünlükləri gətirə bilər bu kadr kimi? Açığı heç bu barədə düşünməmişəm. Amma ilk ağlıma gələn, yəni bu kontekstdə odur ki, əgər board game-ə marağı varsa, oynayırsa, bir qədər deməli strateji düşünmə qabiliyyəti yuxarıdır. Yəni bir neçə etapı qabaqcadan görə bilir, riskləri hesablaya bilir. Bir anda eyni problemi öz başında canlandıra bilir. Çünki oyunlarda da bu var. Yəni sən asan da olmur da, bir gediş edib, bunu əldə elədim, elə olmur. Onun üçün burada nəsə gediş eləməlisən, buradan nəsə qazanmalısan, oradan nəsə itirməlisən. Ünsiyyət yaratmalısan. Multitasking. Multitasking da var, bəli. Yəni o şeydə, o adamda ilk mənə təsir yaradar ki, deməli bunun strateji
düşünə bilir və yaxud strateji düşünmə potensialı var. İlk bu gələrdi ağlıma. Misal üçün mən niyə soruşdum? Məndə belə bir fikir yarandı. Bu keçən 1 il var da, harası 1 il. Mən bunu öz beynimdə belə araşdırırdım və bu qərara gəldim ki, ən yaxşı satış menecerləri sales, proactive sales, hansı ki belə yəni field force kimi işləməlidir. Onları через poker seçmək lazımdır. Niyə? Poker oynayan adam, yəni belə deyim də, passionla oynayan adam, hansı ki marağı var, pul məsələsi deyil, imlə maraq. O ünsiyyəti qura bilir. Çünki pokerdə mən belə başa düşürəm ki, sən nəsə almalısan, sənin qabağında oturanda nəsə götürməlisən. Yəni sən ondan udmalısan və bu sales-da deal kimi bir şeydir. Sən ondan nəsə götürməlisən, sən müştərini almalısan. Və özümə belə bir kartina qurdum ki, bu yaxşı poker oynayan həmişə yaxşı salesman olacaq. Ona görə soruşdum ki, ola bilsin ki, bəlkə misal üçün board gamer yaxşı project manager ola bilər, ya nə bilim maliyyəçi ola bilər. Təxmini, yəni assumptiondur da. Bildim. Mən elə düşünmürəm, çünki bayaq dedik ki, bizdə fərqli ixtisaslardan olan adamlar gəlirlər, oynayırlar. O assumptionu vermək çətindir, amma o dediyim kimi bir də baxır adam nə board gamelər oynayır da. Məsələn, elə adamlar var ki, daha sosial oyunları çox xoşlayırlar. Daha məsələn, nə deyək, negotiation'ın çox olduğu oyunları, interaction'ın çox olduğu oyunları, hesablamanın az olduğu oyunları. Mən deyirdim ki, bir oyunu o şeyin stilinə aiddir da. Bir oyunu, например, kimsə oynaya bilər, tutam ki, mən özümdən deyim də, mən oyunu oynayanda çalışıram, ünsiyyət qurum, nəsə danışaq, diplomatiya. Diplomatiyaya nəsə yola vermək. Eləsi var ki, nabrot deyir, yox, mən danışmayacağam. Mən qoşunumu götürürəm, gedirəm, hücum eləyib istədiyimi götürürəm. O stildən də asılıdır. Başqa stillər var. Eləsi var ki, udmaq üçün hər şey gedir. O birisi deyir ki, mən lütfü burada eləyim, nəsə yavaş-yavaş eləyim. Axırda baxar. O birisi deyir, yox, nəyi var, mən getdim. Stillərlə də. Yəni oynamaq bir şeydir, necə oynamaq o da. Kim yaxşı oynayır, qızlar, oğlanlar? Çox təəssüf ki. Statistikamızı, ən azından bizim klubun statistikasında səhv etmirəmsə 70-in 30-dadır. Çox güman ki, o statistika şeydir də, quantity üstündə quruldu. Yəni sayla. Say olaraq. Yəni qızların sayı azdır da, daha çox. Azdır, çox təəssüf ki, bu arada bu mənim əsas hədəflərimdən biridir. Çünki bir ara fikir verdim ki, bu nədir? Gəlirəm oturam, bir çayxanaya gəlmişəm. Oğlanlar da ancaq gedirəm. Biraz maraqlıdır da, qızlarla oynamaq maraqlıdır. Bu arada bizdə məsələn, bu demək deyil ki, qızlar daha səbirsizdir, daha az strateji düşünür. Məncə sadəcə oğlanlardakı bəlkə də yanılıram, o təbiətindən gələn rəqabət hissi onlarda daha güclü olur deyə. Məncə moda məsələsi var hələ. Yəni qayıtmasa. Hələ də o moda, o trend məsələsi. Çünki mən baxıram, indi hər kafedə, ya hansısa romantik kafedə bu klub. Hamı gəlir, bu klub, nə bilim, mən bunu oxumuşam da oturub danışıram. Orada da qızların sayı çox. Hamısı da qızlardır. Sonra başqa da nəsə var idi, nə bilim, Cavan Analar klubu falan. Film şeyləri olur, hə. Qadına daha uyğun hansısa bir aktivite seçilir və o təbliğ olunur və o daha çox geniş yayımlanır da, yayınır da. Yəni bununla bağlı bəlkə nəsə Məncə vərdiş məsələsidir. Nəyə görə vərdişdir? Mən düşünmürəm ki, yəni ya qızlar güclüdür, oğlanlar güclüdür. Elə şeylərdə həmişə bərabər olduğunu düşünürəm. Təbii ki, nə qədər oyun udmuşam. Nə qədər də uduzub. Amma oğlanlarda oyun oynama vərdişi daha çoxdur. Nəyə görə? Bu da ondan irəli gəlir ki, oğlanlar uşaqlıqdan video oyunlar oynayıblar, nə bilim, PlayStation oynayıblar. Bu dəqiqə çayxana mədəniyyətində belə domino. Hə, onu deyəcəydim. Üstəgəl oğlanlar
istər-istəməz də indi daha konservativ ailələrdə bu daha çoxdur. Çölə çıxıblar, başqa uşaqlarla nəsə oynayıblar. Qızlar evdə olub, daha çox öz-özü ilə oynayıbsa nəsə oynayıb. Təəssüf ki, bu belə olub. Ona görə oğlanlarda o vərdişlər, o skilllər artmağa başlayıb da. Bir tərəfdən də yəni yaşlı nəsil çayxanalarda domino, onlar nərd, onlar da kişilər, yəni orada qadın görünür. Məncə burada burada ən əsas kök bu nəsillərin bir-birinə uyğun gəlmədiyi məqam odur ki, zaman onu da məncə aparacaq, dəyişəcək. Çünki ən azından indi görürük ki, qızların da marağı var. Yəni bu təkcə belə deyim, mənim 29 yaşım var. Mənim yaşıdım olan bir neçə qız var da bizim klubda elə aktiv üzvlərdən. Amma həmçinin də 20 yaşında olan üzvlərimiz də var, qızlardan da. Hansı ki, məsələn, mənə onlar da maraqlı gəlir ki, necə öz ətraflarını yığırlar, gətirirlər. Ümumiyyətlə sosiallaşmaq baxımından mən deyərdim ki, qızlar daha sosiallaşmağı sevirlər. Oyunun bu tərəfi onlara maraqlı gəldikcə məncə qatılım da artacaq və bir də əsas məsələlərdən biri ölkədə nə qədər bu belə deyim də hobbini rahat oynaya biləcəyin, hətta məsələn tutaq ki, mən bilmirəm, gəldim burada həmin oyunu tapıb oynaya biləcəyimi dediyimiz nə qədər çox məkan var ki, ən azından let's play denə bilirik ki, oyun bazası kifayət qədər çoxdur. Digər klublarda nisbətən daha azdır. Ümumiyyətlə ölkədəki vəziyyətdə də bu klubların sayı artdıqca bu əslində digər şeylər də birbaşa təsir göstərəcək. Bir də bu təkcə bu stol-üstə oynanan problemi deyil də. Məncə qadınların bir çox şeydə, əksər şeylərdə az təmsil olmaqları, yəni bu hər yerdə problemdir. İdarə etmədə də qadınlar azdır, təəssüf ki, aktiv cəmiyyətdə də azdır. Yəni hara baxsan kişilərin yəni üstünlüyü var say etibarilə. Yəni bu təəssüf ki, belədir. Stol-üstə oyundan da oralardan kənar qalır. Yəni ümumiyyətlə çox ailələr yaraşdırmırlar ki, qızları nəsə fərqli bir şeylə məşğul olsun da. İdmandırsa hamısı gimnastika başlayır. Ya gimnastika və rəqsdir, milli rəqs, yəni belə bir şey. Özü də necə başlayırlar. Tutam ki 15-16 yaşa kimi sonra da çox institutda hazırlanmalıdır, ilcə ərə getməlidir, çox. Yenə də indi sizin nəsiliniz biraz luckydir, belə xoşbəxtdir ki, valideynlərinizin imkanı olub ki, sizə bir sərbəstlik versin. Sizdə də imkan olub ki, belə deyim də, mühit daha safe. Təhlükəsizdir də. Yəni biraz qaranlıq düşən. O da qınaq. Deməzdim amma 90-cı 2000-ci illərin əvvəlindən bu gün daha da şeydir də. Yəni transport məsələsi var. Siz harasa gedə bilərsiniz, gələ bilərsiniz. Yəni o logistika məsələsi, sonra internet var. İnternetdə də məlumat da çoxdur. Yəni valideynlər də sizə bir sərbəstlik bu tərəfdən verə bilər. İndi bizim nəslimiz ucu keçdi, getdi. Bu əslində böyük bir tragediyadır. Çünki mən belə də balaca uşaq olanda məni götürüblər, veriblər baletə. Mama istəyirdi ki, məndə sıfır marağım var idi də, bu rəqsdir, baletdir, nə bilim nə. Sonra 30 yaşımda gəldim, getdim kapoeiraya. Çünki marağım buna idi. Marşal artlara vardı. Amma şərait yox idi. Çünki 91-ci, 95-ci illərdə, yəni balaca mən uşaq olanda bir dənə şey var idi, balet məktəbi, bir dənə də Dinamo. Dinamoda toka oğlanlar, sırf oğlanlar. Burada da klub pionerov. Nə bilim, cücələrim. Yəni başqa şey yox idi. İndi bu cavan nəsildə, yəni siz xoşbəxtsiniz. Mən sizi təbrik edirəm. Çox gözəl bir şeydir, maraqlıdır mən. Sizin dövrünüzdə, yəni belə deyim də 20-li yaşlarınızda nə kimi hobbilər trenddə idi? Oy. Mənim 20 yaşım biraz. Mən sizə deyim də, mənim 20 yaşım düşür müharibə vaxtında. 90-lara, o moment bilirsiniz necə? Sən bilmirsən sabah nə olacaq? 97, 98, yox. Çox da belə 90 deyildi də. Niyə? 98 idi. Sən də 18-20 yaşı 90-lar idi, yavaş-yavaş düzəlməyə başlayırdı. 90-ların əvvəli real bilmirdin ki, sabah nə olacaq. Bizdə şey var idi. Mən Əhməlidə qalırdım. Neçənci 94 idi desən. Oturmuşum
avtomat səs. Nə oldu? Amon orada nəsə şey eləyirdi. O falan kəs orada falan eləyir. biraz. Doğrudan bilmirdin nə idi. Nə olacaq sabah. Bizdə daha küçə oyunları maraq göstərirdi. Hə, to есть 7 şişə. 7 şişə, klasiki, Kazaki razbulniki, parol, yəni bir həyət biz yığışırdıq, bir həyət, o bir həyət, yəni çoluydu da. Как это da, dvor na dvor. İki məhlə, kim kimi döyəcək? Özdə qızdı, oğlanlı zatdı da, yəni. Siz də məktəbdə də döyürdülər. Bu döyməklə bağlı. O vaxt elə idi. O vaxt hamı döyürdü. Kimsə kimdənsə üstün Cungulikan. Üstünlüyünü göstərmək istəyirdi. Bizim orada məktəbcə məhəlləyə, küçə blok da. Blokdur da, yəni bizdə bu sonra oynamalı da oğlanlar deyəcək. Evdən banka krışkası yoxdur, o plasmas. Yox, plasmas götürürdü. Şeylə içinə plastilizat şey eləyirdi. Skalk oynayırdı ki, atırdıq bir-birimizin şeyini. Yox. Oyunlar belə idi. Board game kimi birinci monopoliya idi, amma limitli idi. Çünki nəsə Sovet vaxtından kimsə qoruyub bir dənə nəsilə bir dənə korobka qalırdı. Biz də bağda yığışırdıq hər yay. Xalam oğlu vatmında çəkirdi zaten. Çox çətin idi tapmağa. Ya da misal üçün biri var idi, pasiyans, balaca belə kvadrat şəkildə kartlar idi. Kartlar da 4 yerə bölünürdü. Hər künc öz simvolu var idi, öz risumkası var idi da. Və biz kartları bölürdük. Kimin kartları birinci qutarırdı. Yəni orada baxırdın da. Yəni özümüz şey eləyirdik. Özümüz heç nədən bir oyun yaradırdıq. Ya da Super Mario var idi. 20 yaşında. Yadımda da o oyun var idi. Dendi. Yox, neydi o? Palaç. Nəsə şeyliydin. Bir şeydi. Axırda da sən astılar, asmanlar. Ən qəribə oldu ki, çöp adam. Söz tapmalıydın. Nəsə belə axırda düzgün tapan çox asıldınız. Ən maraqlı odur ki, amma prosta ruçka ilə şey. Mən 84-əm, sən neçənci ilsən? 79. O 79-dur. Bizdə hətta o şeylərdə böyük bir qəb var. O şeylərdə böyük bir fərqimiz var. Çünki Ramin Sovet vaxtının son illərinin yaxşısını görüb, amma mən artıq yaxşısını görməmişəm. Yox, yəni Sovetdən qalan hansısa şeylər hələ də var idi də, hansısa nə bilim Komsomolski, Pionerski. Mən pioner oldum. Amma mən də skautum. Mən misal üçün, skautsuz, nə? Mən də 90-cı ildə məktəbə getmişəm. Yəni oradan bu tərəf heç nə yox idi. Yəni orada bəlli deyildi nə baş verir. Mən hansı kitabı oxumalıyam. Mən Kirildə oxumağa başladım. Mən Azərbaycan dili məndə Kirilla başlayıb. Sonra 5-ci sinifdə gəlib dedilər ki, "Teper latındır. Salam əleykum" də. Bunu oxuyun. Mən o 5 il oxumuşam. Oyunlarda 3-cü sinifdəsən, 3-cü sinifi qutardın. Bunlar heç olmasa sən 5-ci sinif. Mən 4 ay getdim. Elə şey var. Nə gətirirəm? Onu gətirirəm ki, bunların nəsli il oxumalısın, o 4-cü sinif arası yox oldu. Bunların nəsli hələ ki heç olmasa o Sovet hansısa bu intellektual oyunların bir son məqamlarını tutdu. Bizdə də o tam məhv oldu. Çünki hər şey dağıldı. Bizdə belə stol üstü oyunlar turbo idi. Turbo biz şey eləyirdik. Vururduq. Sonra korobkaları ilə oynayırdıq. Gigant. O bilmirəm, yox. Yığırdıq spiçka korobkaları. Əslində bir dənə də Joker kimi gigant var idi. Götürürsən belə stopkanı, qoyursan, mən qoydum, o qoydu, mən qoydum. İkimdə gigant çıxdı, o hamısını aparırız. Oyunlar qurmusunuz da. Oyunlar özü. Amma böyüyəndə o spiçka korobkasının kağızları. 20 yaşında problem oydu ki, yəni 2004-cü il, wow da. Heç nə də mən üstü qutardım, neyim? Yəni Əsudə vaxtım əsasən kafelər təcə açılmışdı, nə bilim, coffee shoplar, restoranlar. Yəni biz yığışıb onunla məşğul idik da, kafeyə gedək, nə bilim, McDonald's-a gedək, ora gedək, bura gedək. Yəni ümumiyyətlə oyunlar barədə biz fikirləşmirdik. Yenə də oturanda kart idi. Kart ili nərd, şahmat nərd, domino hərdən. Amma stol üstü var idi, amma biz nördlərə bağırdıq ki. Əslində Yox, mən həmişə oynamışam.
Mən institut vaxtında yadımdadır, bizdə o kartla düzdə oynuyorduk. O up and down oyunu var idi. O kartlarla elə bir ki stavka edirsən də, koz seçirsən və tutalım ki sənə 3 kart gəldi, sən deməlisən ki, 3 kartın neçəsini mən götürəcəyəm. Həmişə stavkaların sayı tutalım ki kart 3'ten kart var da bizde. Stavkalar ili 2 olmalıdır, ili 4 olmalıdır. İli kimse çok götürəcək, ili kimse az götürməlidir. O belə oyun. Yenə də kart məsələsi. Özümüz belə o oyunları siz yazığınız gəlmir bizə. İndi xaricə gedəndə, mən həmişə xaricə gedəndə birinci axtarırsan ki board game mağazasına girirsən, adamın gözləri qamaşır ki, hamısını istəyirəm. Fürsətdən istifadə mənim maraqlı olan bir sual verim. Necə oldu ki siz bu qədər belə oyun almağa başladınız? Və neçənci ildən? Birincisi necə başladı? Mən hardasa 17-ci ildə başladım bu questlərlə məşğul olmağa, quest açdım. Sonra immersiv questlər, to есть oyunlar özdən başladım almağa ki, hansısa tədbirə gedəndə, to есть oyunlarla elə alındı ki, özüm nəsə oldum. Çox qoşuldu ki, heç bilmirdim ki, bu qədər özüm də Monopoly idi, ondan qara. Sonra ən əsas da başlandı haçan bu pandemiya vaxtında. Bekarçılıq. Pandemiya vaxtında başladım. Əsas oyun çoxsunu pandemiya vaxtında. Sonra o vaxtı indi də prinsipi var, o TikTok anti-kafeyə gedirdi. Öz oyunlarımızla gətirirdi. Öyle Orxangil ilə də orada tanış olduq. Orxanla, Kamranla gətirirdi, oynayırdıq. Elə belə baxırdıq, oturub baxırdıq, hansısa tam internetdə çıxan falan oyun var. Amma interesandır. Baxırsan, nəsə xoşuma gəldi, zakaz eləyirsən də alırsan eləyirsən. Belə də çoxalırdı. Çox. Çox. Yazı bayaq danışdıq ki, bu fərqi yoxdur, kart oyunu olsun, ya nə bilim şaşqı olsun. Hamı oynayıb bu oyunları, nəslindən fərqli olmayaraq hamı oynayıb. Bu deyirsiniz, mənə qaranlıq qalır, nədir olsun. Onlardan fərqli bir şey deyil. Biraz da elə düşün ki, daha çox qayda var, biraz daha çox. Biraz daha kompleksdir, biraz daha çox komponent var. Vəssalam. Yəni süjetlər fərqlidir də, düzdür? Hə, bir də tematika fərqlidir, hə. Belə tema. Tematikalardan biraz danışın. Ən belə qəribə tematika hansıdır? Sizin üçün belə deyim də, siz wow dediniz də, oynadınız. Məsəl üçün fantasy, sci-fi ortalamaqla yəni aydındır da. Onlarda ssenari, orada şey var, wizard var, nə bilim gnomlar var falan var. Yəni amma nəsə qeyri-adi siz belə bir oyun hansı ki siz dediniz ki, wow, bu nədir belə? Mən bunu hardan tapdım, necə oynadım? Belə bir şey var idi. Klinik. Qeyri. Oyundur. Adı klinikdir. Sən həkimsən, xəstələri sağaltmalısan. Təbib indi onun üzərində. Demək olar. Cürbəcür oyunlar. Trening proqramı. Təbib üçün trening proqramı. O oyunda təkcə xəstələri sağaltmalısın. İnfrastrukturu da yaratmalısan ki, infrastrukturunu maşın necə girəcək, harda saxlayacaq. Parkovka, например, maşın çatmalı, nəsə minusa gedirsən. Bəs bu oyunlar bizdə uşaq bağçalarında, məktəbdə, ibtidai siniflərdə nəsə təbliğ olunub, yoxsa yaş ortalaması var. Ən aşağı yaşda və normal oyun 3-dən 4-dən başlayır. O niyə belə fərqlənir bu yaşda? Çünki mexanikaları lap balaca bir başa düşülməsinə görə, kompleks qaydalarına görə. Ola bilər bəzi yaşda komponentlərə görə ki, nə götürüb udar eləyər. Nə komponentlər var? Udar eləyər. Okey. Bəs oyunun üzərində, yəni qaydalarında ya personajlarında hansısa belə bir şey var, hansı ki limit olur? Çox müxtəlifdir. Ümumiyyətlə hər çıxan oyun
məncə Orxan Arami bəy məndən daha yaxşı bilər bunu. Hər çıxan oyunun onun üstündə çox böyük bir komanda işləyə bilər də. Bəzən xüsusi dizaynerlər var, kim ki oyun dizaynları ilə məşğuldular. Bu mexanikaları fikirləşmək var. Yəni bu insanlar bunu iş olaraq görürlər və tam olaraq bundan bir növ peşələrinə çeviriblər. Və bunu nəzərə alsaq o qədər çoxdur ki, bu bazarda fərqli bu tipli insanlar var. Çünki bu onların ixtisasıdır. Ona görə tək bir neçə oyundan və mexanikadan danışmaq əslində məsələn mən onu izah eləyə bilmərəm də. Çox fərqli mexanikalar var. Hamının öz fantaziyası. Yox, bilirsən nə deyirəm? Qanlı süjet ya öldürmə məsələsi, yəni o da var. Nə desəz? 18 plus oyunlar da var. Orxan Sevincgilin community'si onların elə bir ki belə stereotip yaranıb ki, bunlar Evro oyunçulardır. Evro oyunçu nədir? Oyundur. Oyunun əsas şeyi məqsədi hal yığmaqdır. Aha. Var oyunlar. Əsas məqsəd bilsən necə? Elə bir ki şeydir. Mapdır, düzdür? Sən buradan gəlib bura çatmalısan. Onun adı nədir? Ərazi götürməlisən, area control. Area control. Okay, so şey var, Evro xallandı, düzdür? Əsas ki, kim çox xal seçdi, elə var, например, şey kimi də, kim çox planet ilə hansısa mapdə çox yer tutdu, o odur. O area controldur. O area controldur. Var, Kop var. Kooperativ. 4 nəfər bir məqsəd olur. Oyuna qarşı oynayırıq. Orada müəyyən bir story var, storytelling gedir. Fərqli otaqlar gəzirik. Hamımız da bir-birimizə qarşı oynamırıq. Bəzi hallarda düzdür aramızda xainlər çıxa bilər. Orada kartla, gizli kartlarla demir, amma əslində xaindir. Nəyisə otağı dağıtmağa çalışır, nə etməyə çalışır. Bilmirik də bir-birimiz bizdə. Hər ölkədə çox fərqli. Hamımız deyirik ki, bax oynayırıq oyunu. Hamımız biz getməliyik sağ tərəfə. Sağda da qapı var. Biz o qapını açıb girməliyik. Biz utduq. Kimsə kart götürür, onda deyir ki, yox, bax sənin udmaq şərtin. Sola gedib, bunlar o açarı tapmamalıdırlar. Sən də söhbəti fırlatmalısan. Bunlar da səni tapmamalı. Bunlar tapsalar... Çünki məsələn, ortaq bir mexanika yaranır. Orada kart oynayırıq gizli şəkildə. Hamı da deyir ki, hamımız düzük də, qırmızı kartdan atmalıyıq. Sən də deyirsən, düzük, qoyursan ora göy kartı, məsələn deyirəm də, getdi. Yəni, o missiyanı həll eləyə bilmədilər. Gəl tap ki, aramızdan hansıdır bu... Yəni, oyunun içində həm kartla oynayırsan, həm hərəkət eləyə bilirsən, həm zər atırsan, həm bir növ mafiyadakı kimi bir növ mafiyanı tapmağa çalışırsan. Yəni, düşünün ki, bütün hamısını bir oyunda birləşdirir və orada bir hekayə gedir. Hansısa bir, tutaq ki deyirəm, bir şəhərdəyik, həmin şəhərdə qəribə hadisələr baş verir, zombilər gəlir və yaxud hansısa bir şəhərdəyik, orada ruhlar o şəhəri işğal eləyib, hansısa bir mif üzərində gedir, hekayə danışır. Hamımızın özünün xarakteri olur və onun özünün bir hekayəsi olur. Məsələn, bu şəhərdə zombilər onun qızını öldürdü, o artıq bu zombilərə qarşı ən çox mübarizə aparanlardan biridir və sən o xarakteri girib başlayırsan oynamağa. Əvvəli başlı bir süjetdir. İndi başqa sual yaranır. Məsəl üçün eyni komanda oynayırsınız, eyni tim oynayır 5-6 nəfər. Bir oyunu siz neçə dəfə oynamalısınız ki, bu süjet artıq sizə aktual olmasın. Yəni marağı için. Bu yaxşı sualdır. Nəyə görə? Çünki elə oyunlar var ki, bir-iki dəfə oynayandan sonra sənin üçün sıxıcı gəlməyə başlayır, amma yaxşı oyun dediyimiz oyunları onlar elə mexanikalar qatırlar ki, sən onu təkrar oynayanda bir oynadığın əvvəlki oyun kimi hiss elətdirmir. Sırf koop oyunlarına gələndə, kooperativ oyunlara, orada adətən bir neçə süjetlər yaradırlar. Sən bu sujeti keçdin, məsələn növbətdə başqa sujeti oynaya bilərsən və yaxud bu sujetin biraz daha çətin versiyasını oynaya bilərsən. Belə eləməklə oyunun oynanıldığını artırılır. Məsələn elə oyunlar var ki, onun xəritəsi hər dəfə random şəkildə çıxa bilər. Hər dəfə fərqli kartlar açıla bilər və bu kombinasiya dəyişir deyə artıq
bir dəfə oynadığın versiya ilə oynamırsan. Hər dəfə fərqli cürə oynamış olursan. Başqa monstrlara qarşı, Eynən. başqa karakterlər seçməklə fərqli. Oyunları qumara çevirmək olur. Stereotiplər gəlir. Yox, maraqlıdır prosta da. İstədiyiniz vaxtda qoya bilərsiniz. Sanki yedəcək. Hə, 10 manat qoysan udan aparacaq. Bonus fond Ya da kimi ki, də. şeydə şoto ödəyir. Kumarı hər şey çevirmək olar da. Hə. Yəni gedək çöldə şey eləyək, nədir o? Hə, da. Ondan edəyim kumar. Başqa sualım var. Onu verdim, yadımdan çıxdı hansı nə sual idi? Bir də oyunlarla bağlı, məsələn, həyatla bir növdə birləşdirəndə mənim çox xoşuma gələn məqamlardan biridir. Bəzən bizim belə deyim, güclərimiz mi deyim və yaxud situasiya deyim, həmişə elə gətirir ki, nədənsə səndə azdır, başqa şeydə güclüsən. Bu asimetriya məsələn ola bilər bəzi oyunlarda. Digər personajlar da tam tərsidir. Səndə zəif olan şey onda güclüdür, səndə güclü olan onda zəifdir və s. Və mən əslində bunu tam olaraq real həyatla assosiasiya eləyərdim ki, həyatda da belədir. Biz öz zəif olduğumuz nöqtələri də bilib, güclü olduğumuz hissələrə fokuslananda bu o deməkdir ki, biz öz xarakterimizdən ən yaxşı şəkildə, ən faydalı, məhsuldar şəkildə istifadə edə bildik. Nəinki biz o zəifliyi doldurmağa çalışırıq və s. Çox yaxşı məqamdır. Nəyə görə? Çünki adətən bizə nə öyrədirlər məktəbdə, universitetdə ki, zəif tərəflərinin üzərində işləməlisən də. Amma mən iş həyatımda onu öyrəndim ki, araşdırdıqca, təcrübə yığdıqca zəif tərəflərinin, hətta indi bunu şeylər də deyirlər, o xarici konsultantlar və s. Zəif tərəflərini inkişaf etdirmək adamdan vaxt alır. Ondansa sən güclü tərəflərə fokuslanıb daha çox avantaj əldə edə bilərsən. Çünki o səni hamıdan fərqləndirəndir də, o sənin rəqabət üstünlüyündür. Onun üzərində fokuslanmaq lazımdır. Zəif tərəfləri inkişaf etdiribsənsə elə, amma əsas fokuslanmalı olduğun odur. Oyunlarda da o var. Yəni Sevinç bunu dedi, mən bu barədə fikirləşməmişdim, amma çox yaxşı oxşatmadı. Nəyə görə? Çünki oyunda da elə oyunlar var ki, orada sən asimetrik güclərin olur. Sən onlara fokuslanıb necə uda bilərsənə gedirsən. Bu biraz həyatı göstərir də ki, sən həyatda öz bacarıqlarından istifadə edib necə uğur qazana bilərsən. Çox qəşəng bir şey, çox maraqlı bir belə deyim də segmentdir. Məndə sual nə idi? Siz çox belə biliklisiniz də bu oyunlar barədə, məndə heç nə yoxdur. Bu oyunların yaradılma prosesində liderlər hansı ölkələrdir? Yaponiya, Amerika, Almaniya. Euro oyunların ən vətəni. maraqlı oyunlar hardan gəlir? O da gələn də janrlardan asılıdır. Euro oyunlar o Almaniyadır. Euro hansı ki pointlarla. Hətta Almaniyanın Essen şəhərində hər il Board Game sərgisi olur da belə deyək. Təzə oyunlar sərgi Almaniyada olur, Almaniyada olur. Gedək bir gün. Ümumiyyətlə bu industriya barədə nəsə danışa bilərsiniz? Mən bildiyim qədərilə, araşdırdığım falan qədərilə çox da belə varlı bir industriya deyil. Nəyə görə? Çünki bu düzdür, böyük oyun şirkətləri də var xaricdə. Yaxşı pul qazanan oyun dizaynerləri də var, amma onların sayı məncə də çox deyil. Əsasən oyun dizaynı ilə məşğul olan şirkətlər balaca şirkətlərdir. Çox zaman da görürük ki, yəni ayaq üstə gücdən qala bilirlər. Bir neçəsi bağlanır, oyun sifariş edir, gəlib çıxmır. Google deyir ki, hal-hazırda 14 milyard value'su var board game industriyanın və 2032-ci ilə 32 milyona qalxmaq ehtimalı var. O da deməlidir ki, yəni 10 ilə maraq 2 dəfədən çox artacaq. Bunu trigger edən Ramin bəy bayaq qeyd etdi, pandemiya oldu. Pandemiyada çox sürətli inkişaf elədi. Çünki hamı evdə oldu, hamı çölə çıxa bilmədi. Çöl fəaliyyətləri məhdudlaşdı. Hamı evdə başladı öz o moment çox. Amma bir şey var. İndi hal-hazırda bu lojistik problemlərə görə indi çətinləşib. Niyə? Çünki oyunların qiymətləri qalxır. Trumpın tarifləri. O tariflər, bu siyasət, bu hamısı bu oyunlar qiyməti qalxır və kampaniyalarda bankrot olur çox. Əksər kampaniyalar Çində eləyir, hamı praktik hamı Çində
hamı içində istəsə yer, içindən də ixal eləmək falan çətinləşir. Amma böyüyən industriyadır. Nəyə görə? Çünki maraq artdıqca, oyunlar artdıqca, alıcılar da artdıqca oyunlar da artır. Amma deməzdim ki, yəni böyük bir dövriyyəsi olan bir şeydir də. Çünki həm də fiziki bir şeydir, xərci də çoxdur. Yəni bir var video game istehsal eləyəsən, düzdür, onun da xərcləri var, amma nəticə olaraq onun marjası daha çoxdur da. Elədin sonra burası diskə yazıb yaya bilirsən. Burada bir oyunun üzərinə düşən xərc çoxdur. Maraqlı bir fakt yadıma düşdü. Yadımdadır ki, indi baxırdım prosta Google-da. 2015-ci ildə Azərbaycanın birinci board game-i çıxmışdı. Yox, Grand Bazar. Grand Bazar, Sanandı. O da Fibonacci sanırım. Fibonacci da. Yəni baxdım indi. O oyun barədə nəsə deyə bilərsiniz? Yəni mən oynamamışam. Oynamamışsınız da. Eşitmişəm oyunu. Söz verib buradan Sanana üzümüz tuturuq ki, bir dənə oyun versin də hədiyyə. Oyunu gözləyirik. Yox, maraqlıdır çünki böyük bir rezonans idi mediada, sosial mediada əsasən. Yəni wow effekt idi. Azərbaycanın birinci board game-i falan. Sanan onu hansısa bir festivalə də aparmışdı. Eşitmişəm, o barədə eşitmişəm. Essen-i deyəsən elə aparmışdı. Çünki mən oyunla danışanda yadımda deyirdik Essen-i apardı. Elə nəsə orada problemlər nə yarandı, bu Evrosayuzun içində tam nəsə birkalar, nəsə sonra tez-tez çap eləməyə başladı ki, məsələn, Essen-i deyəsən gelmişdi. Bəs siz öz community içində, yəni sizdə artıq neçə nəfərdir community-də? Telegramda nə qədərik? Telegramda 400-ə yaxın. Wow, 400-ə yaxın. Aktiv azdır. Yəni marağı olan artıq 400 nəfər varsa. 60 aktiv var da mən bilirəm. Biraz ondan az olar. Gəlin belə deyim də, Azərbaycanda olimpiya idman növlərindən o qədər heç maraq yoxdur. Nə qədər 400 nəfər, yəni böyük bir rəqəmdir məncə. Telegram qrupunda, biz Telegram qrupunda paylaşırıq. Artıq heç olmasa bir dəfə onu maraqlanan o artıq 7 nəfərimiz çatmır. Aha, mən 7 nəfər gözləyirik. Mən tamaşaçılara demək istəyirəm ki, biz Telegram qrupu və YouTube kanalları da var onların hamısını qatılın, qoşulun, biz onların sılqalarını verəcəyik. Məncə çox gözəl bir şeydir. Ən birincisi ünsiyyət məsələsi var. Çünki müəyyən vaxtdan sonra insanlar bir-birindən başlayırlar yorulmağa və yeni bir məqam axtarırlar. Kimsə gedir idman zalına, orada da yeni dost tapır, kimsə nə bilim öz maraqlarına olur. Amma məncə belə bir formatda yeni bir dostlar, insanlar özün üçün kəşf eləmək yəni böyük bir şeydir. Çünki ən birincisi, yəni misal üçün biz Raminlə çox oynamışıq intellektual oyunlarda. Gambitdə, Fibonacci'də mən getmişəm, sonra Komissara tam futbol какой-то. Yəni çox maraqlı oyunlara getmişəm və orada o qədər maraqlı insan mən gördüm və vaxt o qədər tez keçirdi. Yəni bu gözəl bir belə deyim, hobbidir. Sadəcə insanlar çox belə deyim də vərdiş məsələsi var, siz demişdiniz də. İnsan o vərdişdən çəkinməyə çətinlik çəkir. Yaşlıqca lap var. Yəni bu mümkün olmur ya da yəni özünü belə bir çərçivəyə salır ki, yox da o mənlik deyil ya da mən qəbul eləməzlər. Mənim 50 yaşım var, 40 yaşım var, 90 yaşım var, mən kim oldu? Biz hamını qəbul eləyirik. Mina təmizləyənlərdən tutmuş. Yəni işindən, peşəsindən və həqiqətən maraqlarından, böyüdüyü mühitlərdən, heç nədən yəni asılı olmayaraq çox fərqli adamlar var bizim community-də. Dil biliklərindən tutmur. Xaricilər belə var. Bu mühit məsələsinə gəldikdə bəzən valideynlər fikirləşirlər ki, övladının ya uğrunda, ya uğursuzluğuna ki, niyə belə oldu? Amma məncə çox az adam fərqindədir ki, övladda valideynin təsiri daha azdır, nəinki övladın olduğu bütün mühitin. Çünki deyirsən, ən çox münasibət saxladığın 7 adamın ortalamasısan da, 5 adamın, 7 adamın ortalamasısan. Çünki sən onlarla vaxt keçirirsən, onlara dəyər verirsən, onlardan öyrənirsən, onların ortalamasısan. Ona görə kimlərlə vaxt keçirdiyimiz çox önəmlidir. Yəni biz ailədən daha çox iş mühitində oluruq, dostlarla oluruq və s. və axır. Ailə ilə də vaxt keçirmək olar. Onda da onların ortalaması olursan. Yəni
ətraf mühit olduqca önəmlidir insanın inkişafında və çox bu məqama niyə toxundum? Çox maraqlıdır ki, bilmirəm təsadüfdür yoxsa təbii nəticədir bu. Bizim bu stolüstü oyunlara qoşulanlar, oynayanlar çox maraqlı bir mühit yaranır. Yəni burada necə deyim, münasibət saxlamaq istəmədiyin, ünsiyyət saxlamaq istəmədiyin adam mən görməmişəm hələ ki, bura gəlsin, bizlə bir dəfə gəlsin və sonra davam eləsin də oynamağa. Yəni hər biri ilə çox yaxşı zarafatlarımız olur, söhbətlərimiz tutur. Yəni stolüstü oyuna marağı olanlar elə bil ki, bir-birləri ilə o necə deyirlər? Yaxşı dil tapa bilirlər. Yaxşı dil tapa bilirlər və yaxşı mühit də formalaşır. Bayaq deyirsə intellektual. O mühit də formalaşır, o mühitdə olmaq da yaxşıdır. Yəni insanın düzdür, fərqli hobbiləri ola bilər. Fərqli kruq deyirik, fərqli çox şey öyrənə bilirik. Hə, əlbəttə bir-birimizdən öyrənirik. Fərqli çevrələrin ola bilər, nə bilim, qrup yoldaşların ola bilər, iş yoldaşların ola bilər. Amma fərqli bir də mühit istəyirsənsə, o şeyi böyütmək üçün də, o dairəni böyütmək üçün. Bu mühit məncə sağlam mühitdir, belə deyək, daha sağlam mühitdir. Wow effekti. Bir dənə də sualım şəxs. Məndə hərdən şey olurdu. Başım error verir. Kifayət qədər böyük community'miz var da və o community'də çox fərqli insanlar mövcuddur. Hə, mikrofondan yenə başqa yerə gəldim. Community içində yeni bir oyun yaratmağa bir fikri var idi. Yəni ümumiyyətlə nəsə belə bir şey bir addım atmısınız yoxsa ümumiyyətlə fikir var idi? Var idi. Məndə də ara-sıra belə fikirlər gəlib gedib ki, bir oyun düzəltmək falan, amma çox çətin işdir. Bayaq Sevinc idi o. Bir oyunun üzərində böyük komandalar işləyir. Mən özüm də biraz perfeksionist olduğum üçün istəmirəm ki, hər şey yoxdur. Necə gəldi bir oyun çıxsın. Nəsə belə qeyri-adi bir fikir gəldi. Bizdə bir üzvlərimizdən biri var, Vahid. O düşmüşdü üstünə bir oyun hazırlayırdı. Bilmirəm indi işləyir üzərində yox deyilsən, yox, buna görə ideyasını demək istəmirəm, amma Azərbaycan tarixi ilə bağlı bir oyun hazırlayırdı. Area Control idi o da. Bir-iki dəfə test elədi falan, amma yəni çətindir. Bir bunu tək və yaxud 2 nəfərin işi deyil. Sənin yaxşı bir ətrafın olmalıdır, qrup olmalıdır ki, test eləyəsən, oynayasan. Çalışmalısan ki, nəsə obursu oyunun kopyası olmasın, unikallığı olsun, balans məsələləri var. Məsələn, elə oyun hazırlamalısan ki, oyunu oynayanlar disbalans yaranmasın da güclər arasında. Bug olmasın da. Bug olmasın. Oyunda bug oldu və sənəm, yəni onu oynamaq olmur. Hər addım, hər proses belə düşünülməlidir. Çox düşünülməlidir. Ato götürürsən, oynayırsan, tutun 4 nəfər. Mən pastayanla götürürəm hansısa fraksiyanı oyuna uduram. Deməli ki, oyunda disbalans var. Elə oyunlar yəni tək deməyim ki, bizdə bizim oynadığımız, yəni dünyaca oynanan oyunlarda belə görürük ki, bu çıxır, yaxşı oyundur, nəsə görürsən disbalans, görürsən bir ildən sonra expansionu çıxır. O expansion nəsə balans yaradır, düzəldir. Daha biraz belə deyək də, imkanı olan şirkətlərin oyunlarına baxanda qayda kitabının arxasına və yaxud qutunun arxasına baxırsan, görürsən bu qədər ad var. Playtesterlər. Bunu bu qədər adam, bu qədər böyük komanda playtest edib. Çünki hər oyundan nəsə bir bug çıxır, düzəldirlər. Nəsə bir şey çıxır, düzəldirlər. Yəni o nə qədər playtestlərdən çıxıb. Yəni asan bir şey deyil oyunu düzəltmək. Bir də bizdə yəni nəzərə alsaq ki, demək olar ki, hamının işi var və işləyirlər ya da oxuyurlar. Bu paralel eləmək bu çətindir. Bayaq dediyimiz kimi xaricdə bu adamlar sırf bu işlə məşğuldurlar. Yəni bu industriyaya aid adamlardır da. Sadə bir şey eləmək olar, amma mən çox sevdiyim Azərbaycan, bilmirəm kim yaradıb, Hokka deyə bir oyun var. Çox əyləncəli gəlir mənə. Ümumiyyətlə Azərbaycan oyunlardan nəsə bir danışa bilərsiniz? Hokka var. Hokkanı çox bəyənirəm. Çox nə stildədir o? Kart oyunu. Yəni belə deyim, heç bir oyun strategiya və sair belə bir şey tələb eləmir. Kartlardır. Kart mexanikası ilə gedir. Situasiyalara salır. Məsələn də ən çox dil bilən hansıdır tipli, nəsə belə sosiallaşmaq üçün maraqlı bir şey qatır. Bu arada bizim kart oyunları hazırlamaq daha asandır. Bizim community-də içərisində Tahir adlı bir dostumuz var. Onun da əslində bir oyunu var. Düzdür, onu oynamaq qismət olmayıb elə bizə, amma o da bir oyun hazırlayır öz dostları ilə. Bu Nicatın dostudur bu arada. Burada işləyir. Nicat da onun üstündə işləyir. Bir yerdə işləyirlər. Yəni Tahirlə Nicat da bir oyun hazırlayıblar. Desən yenə işləyirlər. Yenə də oyunlar
fikirləşirlər, eləyirlər. Ondan sonra ağsaqqal oyunu var. Bir dənə bir oyun oynamışdıq biz eventimizdə. Hə, onu da deyəcəm. Bizli Wizards deyirsən. Hə. Ağsaqqal oyunu var. O da Azərbaycan xəritəsində keçir. Azərbaycan board game. Orada sən zər atırlar. Yox, Azərbaycan xəritəsidir. Zər atırsan, zər var idi orada, yoxsa xatırlamıram, amma sual çıxır, Azərbaycana aid bir sual çıxır. O suala düzgün cavab verdin, qabağa gedirsən. Belə xəritədə gəzməlisən də, səhv cavab verdin, getmirsən falan. Azərbaycanı tanımaqla bağlıdır. Yaradıcısı xanımdır bu arada. Amerikada yaşayır. Orada öz Amerikalılara Azərbaycana öyrətmək üçün belə bir oyun hazırlayıb. Sonra bu yaxında bir nəfərlə tanış olduq, yalnız 2 nəfərlə tanış olduq. Onlar da yeni bir oyun hazırlayıblar. Bu Harry Potter dünyasında keçən bir kart oyunudur. Azərbaycanlılardır. Düzdür, oyunun mexanikası başqa bir oyuna bənzəyir. Amma tematikasını dəyişiblər. Onu da oynamışıq. Yəni var Azərbaycanda da bu maraqlıları, həvəskarları. Amma yenə deyirəm, sadə oyun hazırlamaq elə də çətin deyil. Yenə effort sərf eləməlisən, amma elə də çətin deyil. Amma o bizim oynadığımız o bir neçə saat çəkən oyunlar o asan iş deyil. Gəlin bizim tamaşaçılar bir qeyd verək ki, bəlkə kimsə öz evində, bəlkə rayonda ya digər regionlarda evdə oturub öz oyunu xatir. Çünki mən bilirəm belə istedadlar var ki, hansı ki kitablar yazır. Əlbəttə. Məndə bir tanış xanım var, onun oğlu onlar regionda yaşayırlar, yəni Bakı ətrafında yaşamırlar. Oğlu 5-ci sinifdə kitab yazıb, bilmirəm o necə kitabdır. Yəni oxuyursan, baxır hansı səhifəyə keçirsən, süjet ondan dəyişir. Belə keçidlər eləyirsən. Yəni belə bir kitab yazıb. Yəni 5-ci sinifdə bir uşaqdır. Mən yəni inanıram ki, bizdə ola bilsin ki, belə istedad hardansa çıxsın, məlumatlı olsunlar ki, sizin community-sizə müraciət edib, yəni bir parçası olub. Oyunlarını sevə-sevə test eləyə bilərik. Yəni biraz məncə uşaqlarda, cavanlarda buna maraq artırmaq lazımdır. Təəssüflər ki, yəni TikTokdur, digər sosial mediadır. Onlar başqa şeylərdə daha belə deyim də maraqlıdır. Vizual tərəfdən yazar da. Amma məktəbdə ya da hansı bir uşaq bağçasında demirəm, məktəbdə, universitet, yəni belə bir klublar yaransa məncə super olardı, yəni. Bir də yaratmaqla bağlı, yəni əslində klub olaraq bizə, community olaraq bizə maraqlıdır. Üzvlərin nə isə özündən qatması oyunlara. Mütəmadi oynadığımız Blood on the Clock Tower var elə. Let's Play-də hər həftə bildiyim qədərilə keçirilir, həm rus dilində, həm Azərbaycan dilində. Bayaq qeyd elədim, mafiyaya bənzəyən bir oyundur. Orada müxtəlif personajlar var. Nə qədərdir ümumilikdə orada personaj sayı? Ssenariyadan 3-dən 200-ə yaxın var, hə, personaj sayı. Yəni çoxlu personajlar var orada. Hər personajın öz bacarığı var və müəyyən belə deyim də komandalar xitab edir qırmızılara, göylərə və s. Bizim bu son eventimizdə də əsas təşəbbüsümüz odur ki, community üzvlərimizi özlərinin istədikləri bir personajı yaratsınlar, həmin oyun mexanikasına uyğun olaraq və belə bir yarış keçirdirik. Onlar öz personajlarını yaradacaqlar və səsvermə nəticəsində hansı personaj birinci olsa, təbii ki, anonimdir bütün səsvermələr. Həmin personajla bir skript yaradıb onu oynayacağıq. Yəni bu əslində yaratmaq məsələsi deyərdim ki, bizim özümüzə də maraqlıdır. Mən özüm də qatılmağı fikirləşirəm, bir personaj formalaşdırmağı fikirləşirəm. Bu həmişə oyunu oynamağı sevən adam üçün yəni beynində fırlanır. Mən olsaydım nə edərdim? İdeya var. Yox, ideya yox, o qədər də yoxdur məndə ideya. Sizdən yolçu düzəldə bilərsiniz. Yox, yolçu düzəldə bilərəm. Mən fikirləşirəm ki, bu как бы внутрях ki əksəriyyəti qırmızı olacaq personajlar. Sizdə o qırmızı meylliliyi var siz tərəfdə. Mən onu dedim ki, təxmin edirəm ki, məncə də çox qırmızı olacaq. Hə, sizdə qırmızı meylliliyi var. Mafiya pis qəhrəmanlar yaratmağı çox sevirik. Kurtlar Vadisi'nin hamısı şeydi də. Influencer. Amma community-nin hansısa bir planları var. Məsəl üçün böyük bir
tədbir ya beynəlxalq tədbirlərdə iştirak etmək. Ümumiyyətlə beynəlxalq tədbirlər var, yarışmalar, World Championship. Çünki mən bilirəm ki, Game Summit bizdə eləmişdilər. Game Summitdə mən sizdən görmüşdüm. Kimsə gətirmişdi, oyunları qoymuşdu. Siz idiniz də. Ha. Yəni mən belə fırlandım. Ha, siz idiniz də. Game Summitdə mən əslində Game Summitdə biraz belə xoşuma gəlmədi. Çox da, yəni amma çox axırıncı. Axırıncı biz getmədik də. Son ikisində var. O şey TikTok idi. Onlar deyəsən. Yox, Crystal Hall'da olan TikTok. Crystal ha. Biz Ya, amma TikTok deyirik. yəni bu anti-kafe. Bu sərgi formatıdır, amma yarışma formatında, yəni bizdə nəsə belə bir oyunçular, kibersport artıq belə deyim də, İdman və Gənclər Nazirliyinin radarın şeyindədir, altındadır, amma stol üstü oyunlar məncə hələ ki Sibrizdə bilirəm ki, nərd çempionatı hər 2 həftədən bir eləyirlər. 7-ci gün səhər 11-dən orada da belə kişilər, qadınlar gəlir, nərd межгалактический şey eləyirlər. Championship. Amma yəni ya Azərbaycanda, ya Qafqaz regionunda, Gürcüstanda nəsə belə tədbirlər olur və Azərbaycanı kimsə təmsil edir, etmir. Yəni bu belə deyim də həvəskar məsələsi biz başa düşdük, amma peşəkar tərəfi bizdə hansı bir formatda mövcuddur yoxsa yox? Şahmat dərsində stol üstü oyunda, amma o barədə danışmayım. Şahmat idmandır, peşəkar bir idmandır. Amma mən rastıma çıxmayıb belə siz böyük masştablı turnirlər dediniz. Elə turnirlər rastıma çıxmayıb. Bəlkə də var. Amma adətən bu belə peşəkar səviyyədə yox, həvəskar səviyyədə olur. Kimlərsə hazırlayır bunu, kimlərsə təşəbbüs göstərir və eləyir. Onlayn da, bu arada stol üstü oyunlar onlayn da oynayacaq bir platformalar var. Orada keçirilir. Discord üzərindən yarışlar eləyirlər falan beşməkan. Bizim uşaqlardan da maraqlı olanlar bəzən qatılırlar. Amma belə necə deyim, bayaq dediyiniz kimi proqramlı şəkildə mən görməmişəm. Adətən kiçik çaplı turnirlər olur. Nə bilim hansı kafedə tutalım, nə bilim Karkason yarışı, nə bilim klub oynamırsınız siz? O bizim klubda 2 çempionat keçirildi üzrə, match olmuşdu. O отдельно oyunlar üzrə. Bir də community aralarında yarışlar keçib 2 sezon olubdu. Community'lər aralarında oynayırlar. Çünki bizdə bir neçə qalmış. Yəni neçə dənə community var? Birinci turnirdə bizdə 4 yoxsa 5 community idi. Klub 42, 4 nəfər. Şeylər Rıtsıri, Söz, Degradlar, o как раз Kahim, Murat Gilen, onların da öz community'si var. Sizin community'nin adı? Oyuna görə. Oyuna görək. Aha. Yəni biz səhərdən 1 saatda danışırıq. Adını demədik də. Yox, mən dedim. Okey. Oyuna görə. Bəlkə yəni belə sözdür ki, yəni bəlkə belə bir nəsə söz şeylə bəlli eləmək istəyir ki, Azərbaycan dilli oyun klubu, yəni bu qədər rus community'lərə baxanda, oyuna görə hamısı rus dilidir də onlar. Əksəriyyəti. Yəni sizin community'niz Azərbaycan dilidir. Bizim məqsədimiz də Azərbaycan dilində stol-üstü oyunlar belə deyək də hobbisini genişləndirmək və bu dillə rus dilli adamlar da var bizim komünite içərisində, amma əsas fokusumuz odur ki, Azərbaycan dillilər üçün bir platforma yaratmaq. Məncə çox gözəl bir təşəbbüsdür. Ümumiyyətlə neçə nəfər həvəskar var bu ölkədə? Çox çətindir bunu demək. Mən deməzdim biz böyük bir komüniteyik. Biz böyümək istəyən bir komüniteyik. Böyüyə bilərikmi? Mənə də maraqlandıran suallardan biri odur. Çünki nə qədər Azərbaycanda adam var bundan maraqlanan. Mən fikirləşirəm ki, stol üstü oynayanlar çoxdur. Amma bir-birlərindən xəbəri yoxdur. Çox öz ətrafları. Gəlin Xankəndidə bir festival təşkil edir. Çünki mən görürəm hansısa bunu Telegramda elə hardasa görsən ki, oğlan elə qız ki, biz oynayırıq da biz onları görməmişik. Belə yəqin ki, hardasa bizim də əsas istəyirik ki, sosial mediada tanınırlığı artıraq.
kontentlər paylaşaraq ki, görsünlər, tanısınlar ki, belə şey var. Çünki bizə bu illər ərzində qoşulanlar, yəni qoşulandan sonra bəlli olur ki, bunlar çoxdan da board game oynayırlar. Öz kolleksiyaları var, ətrafları var, amma neçə vaxt oynamır, ya ətrafı ola Mən bilsin bura dağılır. gəlmədən əvvəl heç ümumiyyətlə təsəvvür edə bilmirdim. Biz Raminlə çoxdan tanışıq. Yəni təsəvvür edə bilmirdim ki, Nə qədər oyunu? 2020-ci ildən də hardasa danışıq da biz. Təxmini. Hə. Yəni yaxın belə gündəlik ünsiyyətimiz var da 2020-ci ildən. Yəni cəmi bir 6-7 aydır ki, mən yəni bu məkanı kəşf etdim Ramin üzərindən. Yəni çox məlumat azlığı var. Yəni təbliğat demirəm ki, zəifdir, çünki təbliğat belə bir şeydir ki, konstruktiv şəkildə mütəmadi olaraq yəni davam etməlidir. Bu bir adamın işi deyil, bu biraz çətin bir işdir. Məncə hazırda bu biraz belə niş auditoriyadır deyə limitlidir. Amma mən məsələn mütəmadi bura gələndə Let's Play-in özündə belə bir oğlanın adını unuduram. Az yaşlı uşaqlarla bir yerdə oyunlar təşkil edir. Həmişə valideynləri gətirir. Tofiq. Hə, Tofiq. Onları gördükcə artıq məndə nə formalaşır? Bundan bir neçə illər keçdikcə artıq o uşaqlar hansı ki elə belə deyim də Ramin bəyin uşaqlarının yaşında onlar böyüdükcə artıq bu dəyişəcək. Artıq onların auditoriyası formalaşacaq. Dragon oynayırlar. D&D oynayırlar. Hə, D&D oynayanlar da kifayət qədər çoxdur. Bəs cosplay eləyirlər oynayanda və ümumiyyətlə community üzvləri ya Dost oyunlarda yox, amma D&D-də bəzən olur o atmosferə girmək üçün kimsədən açıqı taxır, papaq qoyur belə. Hə, eləyir bu D&D-də uşaqlar çubuq eləmişdilər yəni. Uşaqlar bəs böyüklər. Böyüklər bir dəfə olmuşdu, bura gəlmişdilər, fotosessiya eləyirdilər. Giyindilər elə Tofiq gəlir. Yox, Tofiq yox, obursuydu. O da D&D oyunçular idi. Giyindilər həmən o qulaqları elədir, o elflər zat, geyimləri zat, gəlib burada fotosessiya eləyir. D&D lazımdır bəlkə də, çünki roleplay eləyirsən də, orada bir karakteri canlandırırsan falan. Çünki o D&D-də bir board yoxdur da, sən hekayə ilə gedirsən. Amma usta oyunlarda onlar çoxdur. Mən də Instagramda görmüşəm ki, bizdə Azərbaycanda cosplay-ə belə maraq artıb. Cosplay çox artıb. Hə, çox artıb. Yəni hətta mənim yaxınlarım uşaqları falan, yəni 6-cı sinifdə, 5-ci sinifdə artıq şeydən Amazondan, yəni platformalardan şey alırlar. Make-up materialları grim üçün. Animelərə çox maraq artıb. Animelərə çox maraq artıb. Bir də təbliğat da, məsələn, adi game summitlərdə belə necə təbliğ olunur və sosial medianın gücü. Yəni sosial medianın gücü, hara açsaz görəcəksiniz ki, TikTokda, YouTube'da falan cosplay. Mən çox təəccübləndim. Animələrin bu qədər məşhur olduğunu Azərbaycanda bilmirdim. BTS-in bu qədər məşhur. Bu Koreya məncə K-pop mədəniyyətindən gəldi. Mədəniyyətin artdıqca ümumiyyətlə bu Asiya tərəfə maraq da artır. Anime o qədər də məncə anime kimi təzəlicə gəlib bu. Təzəlicə mən öz uşağımdan eşidirəm ki, nəsə aralarında danışırlar da adları bilməyən o görürlər zət. Yox, uşaqlar arası çox populyarlaşır. Yaxşı, başqa bir sual belə yenə də mən çalışıram ki, indi izləyici olanda o hansı bir resurslar olsun ki, onlara maraqlı olsun. Game boardlarla bağlı nəsə maraqlı bir resurs, film, serial, kitab, nə bilim, nəsə case bəlkə ola bilər, bilmirəm də. İndi Formula 1 kinosu çıxdı Brad Pittlə, hamı yəni indi Formula 1-dən danışmağa başladı. Məncə bu dəqiqə elə tərsinə gedir. Daha çox yaxşı kitabların, məsələn Dune kimi də filmlərin, oyunlara adaptasiyası var. Witcher kimi, Game of Thrones, başqa
bu dəqiqə ağlıma gəlmir, amma həqiqətən hədsiz Game of çoxdur. Thrones-da da oyunu var da. Çox. Bəs süjeti nədir orada? Elə bildiyiniz kinonu yaşayırsınız da orada siz. Eyni. Area Yəni control. süjet Area eynidir. control. Sadəcə süjet area control. necədir? Hərə orada böyük ailələr var da, nə bilim Baratyonlar, Starklar falan da seriala baxanlar bilir. Hərə o həmin ailənin bir başçısı olur. Məsələn, Sevinç tam Starklardır, mən Baratyonlar. Və məqsəd orada elə ilk seriyalardakı mövzulardan başlayır. O dalaşlar, dəmir taxtı qazanmaq üçün. Taxt oyunları. İki çox regionu tutasan, gələsən paytaxtı tutasan, digər şəhərləri tutasan, o bir ailələrlə orada diplomatiya çox önəmlidir. Məsələn, qonşuluğunda martellər var, Baratyonlar var. Sən elə diplomatiya qurmalısan ki, onlarla aranı yaxşı eləməlisən ki, sən qabağa gedəndə onlar səni arxadan əraziləri tutmasınlar da. Martellər də yazıqlar eləsə razı çıxdı. Dune-dakı məsələn o mexanika çox xoşuma gəldi. Dune-un bir neçə oyun versiyası var. Dune-da belə bir şey var ki, sən Klassik Dune-da. əməkdar, Alyanslar alyanslar qura, əməkdaşlıq qura bilərsən. Onda sənin oyunu udmaq şərtin dəyişir birbaşa. Məsələn, normalda səhv eləmirəmsə 3 ya 4 idi. Qala tutmalısan ki, udasan, əgər bir ailəni təmsil edirsənsə, amma alyans olanda artıq bir artıq. Bəs Bir personajların super powerları, tam Daenerys'in dragonları ya Dune-da o Dune-da da Muad'Dib'in nə bilim ki, dəyişir. onlar O da dəyişir çox də. gözəl Dune-da çox mexanikadır. dəyişir. Game of Qəşəng Thrones-da amma mexanikadır. hər ailənin o döyüşlər olur. Döyüşdə istifadə etdiyin kartlar var. O kartlar elə bil ki, ordunu aparan sərkərdədir, kimdirsə, Jaime Lannister var, nə bilim, şeylər var. Ned Stark var və s. Onun gücü, məsələn, o birisi gücü ilə fərqlənir. Biri tutalım müdafiəyə daha çox meyllidir, biri hücuma meyllidir, birindən trik eləyir orada, nəsə arxadan zərbə vurur və s. eləyir. Fərqli gücləri var, oyuna maraq qatır. Amma Game of Thrones onu bilmirəm, Rami oynamısınız Game of Thrones? Game of Thrones yəni ailə dağıtan oyun. Çox konfliktli oyundur. Ayıbdır. Çox konflikt yaradır. Yəni oradan Başqa tərəf bilirsiniz nə Ağlayıb çıxırsan maraqlıdır. Misal üçün Resident Evil'dir, sonra Var deyəsən yox, onu. bu kompüter oyunlarda filmlə, yəni süjet demək olar ki, eyni gedir. Yəni biraz Silent Hill. Orada film ayrıca bir linear storytelling. Burada ayrıca amma universe eynidir. Bəli. Və kinoda bəzi easter egg'lər qoyurlar. Oyunda da bəzi easter egg'lər qoyurlar ki, sən buna da baxasan, buna da baxasan, sonra araşdırasan, baxasan ki, burada bu məsəl üçün nə bilim item oyunda bu burdaydı. Ona görə kinoda bu gələndə bu burdaydı da. Yəni o logikanı. Və mən bilirəm ki, lisenziyalı oyunlarda, bilmirəm indi stol üstü burdadır, yoxsa bunlar bilə-bilə eləyirlər. Məsəl üçün kitabdan hansısa elementləri kinoya salmırlar, bilə-bilə oyunlara salırlar ki, o fanlar gəlsin, oyun oynasınlar və orada o easter egg'ləri tapsınlar. Və oyunlarda belə bir şey var. Açığı mən onu fikir verməmişəm, amma məşhur franşizaların oyunlarında o lisenziya məsələsi, yəni lisenziyanı almalısan da. Lisenziyanı almalısan və böyük ehtimal bilmirəm bu barədə dediyim kimi qabağıma çıxmayıb, amma ola bilər ki, bəzi oyunlar lisenziyasız şey edirlər. Yəni lisenziya deməyək, məsələn Dune-un bir neçə oyunu var. Birinin komponentlərində kinoda gördüyümüz aktyorlardır elə. Digərində fərqli cürdür. Yəni kitabdan götürülür. Bu o deməkdir ki, biri ola bilsin başqa şeylə işləyir. Biri amma kinonun özü ilə də öz belə deyək o komanda. Yəni Harry Potter'da 100% o hardasa o da var idi. Çünki mən sonra YouTube'da oturub baxırdım. Game of Thrones'da da eyni. Oturub baxırdım ki, onlar bir-bir çıxardırdılar ki, bu əlaqələri qururdur. Sonra stream kimi danışırdılar ki, bu burada budur. Amma bu franşizanın içində qurulan bir oyundur da. Demirəm ki, kimsə oturub. Amma məsələn bir şey var. Tam Dune-a baxmamısınız. Amma Dune-un bir dənə oyunu var, Dune Imperium. Orada da fərqli personajlar var. Onların öz asimetrik gücləri var. Məsələn, Dune oyunun mexanikasından bir şey deyim ki, aydın olsun. Dune-da sənin bağlı kartların var, əlində tutduğun kartlar var. Sən bəzən ehtiyac yaranır ki, bağlı kartlardan əlavə kart götürəsən, amma bilmirsən nə kart gələ bilər. Məsələn, orada Paul Atreides var. Paul Atreides'in gücü odur ki, istədiyi vaxt bir üstdəki karta baxa bilər. Gələcəyi görür. Bu kinoda da əslində Paul Atreides gələcəyi görə bilir də. Yəni ona bir easter egg var. Və belə nəsə şeylər var. elətdirmək. Məsələn, o biri Dune klassikdə Bene Gesseritlərin özəl gücü odur ki, sənə əmr edə bilir ki, döyüşdə silah işlət və yaxud müdafiədə falan şeyi işlət.
onun dediyini eləməlisən o oyunda. Wow. Kinoda da elədir. Kısaca Voice. o oyunda bir momentdə var. Çox interes onu necə kəşf ediblər. Onlarda beni geçirtdə sən tutam ki udmaq şərtin nədir? Sən deyə bilərsən ki, tutam ki Orxan 4-cü turda udacaq. Orxan 4-cü turda udsa, o udmur, sən udursan. Orxan uduzan olur, nə udursan sən. Belə elə kinoda da, kitabda da eyni şəkildə, yəni Bene Gesserit belə deyim də, Hər şeyi idarə kardinal edən rolunu oynayır da, Bir də hansı ki çox, idarə edirlər. Maraqlı detal odur ki, məsələn, mən çox sevirəm hansısa bir filmə baxanda onun universinə girim də hər detalını bilim. Bu sevdiyim, bu necə deyim, hekayəm deyim, universlərin board game-dəki tətbiqi ona görə çox maraqlı olur ki, orada artıq sən onun içində tam özünü hiss eləyə bilirsən. Personaj kimi. Eynən filmdə, kitabda yazılıb, yazılanı oxuyursan gedir. Oyun, video oyunlarında indi müəyyən dəyişikliklər eləyə bilirsən yekuna çatanda, amma board game-də bu çox daha səni hiss elətdirir ki, həqiqətən də sən onun içindəsən, o universitetəsən, hansısa bir belə deyim də bacarıqların var və onu sən necə istifadə eləyərdin. Və əlbəttə ki, ssenari də dəyişir, sənin oynadığın oyuna görə, filmin sonu da dəyişir. Yəni məsələn Game of Thrones kimi oynayırsan, bir oyunu Baratheonlar oda bilər, o bir oyunu Starklar oda bilər, o bir oyunu Lannisterlər gəlirlər, taxtı götürdülər. Filmə baxanda başqa cür düşünürdünsə ki, kaş bunlar odardı, özün başqa bir Night King var orada. Orada Night King yoxdur, orada şeylər var. Kaloda kimi şeylər var gəlir. orada. Nə deyirlər? Wildlinglər gəlir. Onlara qarşı hamı mübarizə aparır. Divar da var. Divar var, ya, Starkların üstündə. Wow. Məncə mən qatılacağam sizin kommentinizə. Ən birinci, yəni maraqlıdır. İkincisi, yəni Mən sən şəxsən çağıracağam bir gün acil oyun. Plus, yəni oyun 6 götürərik. nəfər lazımdır. 400 olasınız. Sən qoşularsan. yaxşı. Balaca itlərim var, onlar Onların da acil şey var. Çox sağ olun, çox çox minnətdaram. çox maraqlı keçdi. Yəni Söhbətimiz alındı. Fikirləşirəm ki, tamaşaçılar üçün də maraqlı olacaq və təkrar edirəm ki, biz Telegram kanalı və YouTube uşaqların Telegram Oyuna görək kanalına qoşulun. Sılkaları verəcəyik biz. Instagram profilimiz var. Əlbəttə ki. Oyuna hamısını, görək hamısını Instagram, Bütün sosial Telegram. media kanalları Hə. Yəni Seyir xanımın peşəkar Məcbur eləyib nəzarəti TikTokda. altında, aha. İstəməsələr də TikTokda Varlar. varlar. İstəməsək də varıq. Baxmayın, TikTokda hərdən olur. Azərbaycanın, daha doğrusu TikTok Azərbaycan əhalisinin çoxunun ən çox istifadə elədiyi platforma TikTokdur. Təəssüflər olsun. Nə qədər bəyənirsən, bəyənməzsən. Katastrofdur. No, fakt elədir. Yəni yenə də bəzi suallar ola bilsin ki, diletant suallardır. Mən də çalışırdım, belə deyim də, təcrübəsiz bir tamaşaçı kimi suallar verim ki, hansılar mənə bu universe, bu kainatı mənə tanıtsın, tanıda bilim bunu, açsın. Yəni bu təsirlərini açsın. Məncə Ümid eləyirik ki, bacara uğurlu bildiyi olacaq. uğurlu Sizə olur. uğur arzu edirəm. Sizin bir dənə də komite iştirakçı deyəsən qazandınız. Tamaşaçılar da bir dənə qeyd eləmək istəyirəm. Həyatımda birinci dəfə Azərbaycan dilində mən 1 saatdan çox bir söhbət aparmışam. Yəni mənə məlum olmayan bir temadan, mövzudan, ona görə bəzi momentlərdə ola bilsin ki, kimsə indi bizim belə deyim də kritiklarımız çoxdur, gəlib nəsə məni kritik eləmin, biz uşaqları tanıdırdıq, bu cavan gözəl community tanımaq istirdik. Kommentlər yazın. Kommenti yazın, hə, nə qədər istəyirsiniz yazın orada. Çox sağ olun Orxan bəy, Selkan, çox sağ olun, uğurlar sizə. Rahim bəy, sizə də çox sağ olun belə bir gözəl məkan üçün. İnşallah. İnşallah siz də gəlib oynayarsınız. Next biz stream edəcəyik. Biz də çox təşəkkür edirik, belə şərait yaratdınız. Çox maraqlı suallar oldu. Özümüzü tanıtmaq, ifadə eləmək, bunları müzakirə eləmək bizim üçün də həqiqətən çox xoş oldu.
Təşəkkürlər. Ən bir əsası daha. maraqlı İnşallah mövzu hələ barədə. görüşərik. Ya, Suallar birinci- çox qalıb Nigarda. Hə, mən də- Hələ hələ birinci oynamamışam. oyundan sonra Oynası suallar, sonra, hə, hə, təzə oy. suallar. Mən nəsə Niyə orada belə gəldiniz? təcrübə olanda artıq mən bilirəm ki, mən burdan, yəni suallar hardan gəlir də Mən bilirəm, mən onu tanıyıram. Suallar elə bir ki 10 qat daha çox olacaq. Çox sağ olun. Çox sağ olun. minnətdarım. Təşəkkürlər, sağ olun. Sağ olun.